Hər vaxtınız xeyir yoldaşlar, hər birinizi salamlayırıq Aristotel Fəlsəfə Klubu adından və istirahət gününüzün müəyyən bir hissəsini ayıraraq gəldiyiniz üçün də sizə minnətdarlığımızı bildiririk. Bu günləri biz WhatsApp qrupumuzda seçim əsasında müəyyənləşdirdiyimiz bir mövzu haqqında danışacağıq. Mövzumuz azad iradə və determinizm haqqındadır. Seçimlərimizdə nə qədər azadıq, bunu müəyyənləşdirməyə çalışacağıq və bu barədə suala ətraflı, müfəssəl şəkildə cavab verə bilmək üçün biz həm bu sualın elmi tərəfinə toxunacağıq və eyni zamanda müasir elmlərin azad iradə haqqında fikirləri ilə tanış olacağıq. Ayrı-ayrı elmlər insan azadlığı haqqında nə deyirlər? Biologiyadan, fizikadan nümunələr gətirəcəyik və digər tərəfdən isə təbii olaraq azadlıq birinci növbədə fəlsəfi sualdır. Çünki bu ümumi sualdır, ümumi xarakter daşıyır və bu günləri müasir fəlsəfə azadlığı necə başa düşür? Fəlsəfə tarixində müxtəlif filosoflar azadlığı necə şərh etməyə çalışıblar? Buna nəzər salmağa çalışacağıq və elə ilk olaraq bir neçə filosofun fikirlərini sitat formasına sizə gətirəcəm ki, yəni biz bu müxtəlifliyin əvvəlcədən şahidi olaq. Məsələn, Voltaire belə bir iddia irəli sürürdü ki, azadlıq bir növ milçəyin banka içərisində olan bir milçəyin qanadlarını yellənməsinə bənzəyir. O bankanın içərisində milçək azaddır və qanadlarını istədiyi qədər çırpa bilər. Həmin o bankanın istənilən yerinə gedə bilər, lakin onun azadlığı həmin bu banka ilə məhdudlaşır. Və yaxud da ki, Baruch Spinoza haqqında bu gün bir neçə dəfə danışacağıq, fərqli fikirlərinə toxunacağıq. O belə bir iddia irəli sürürdü ki, Tanrı hər yerdədir. Tanrı bu dünyaya bərabərdir, bu kainatda olan hər şey onun hissəcikləridir və bu səbəbdən də insanın azadlığı Tanrının müəyyənləşdirdiyi ilə məhdudlaşır. Başqa bir xristian teosofu Aurel Augustin isə belə bir fikir irəli sürür ki, ümumiyyətlə insanda azad iradənin olduğunu demək yetərincə çətin məsələdir. Biz sadəcə insanın iradəsinin Tanrı tərəfindən əvvəlcədən ona verilən qədər olduğunu düşünürük və bir çox əslində müsəlman teosoflar da buna bənzər bir fikrə malik idilər. Və 19-cu əsrdən danışsaq, Karl Marxın, Friedrich Engelsin baxışları burada maraq doğurur. Karl Marx belə bir fikir irəli sürürdü ki, əslində insanlar çox zaman özlərini öz talelərinin mütləq hakimi saymaqdan xoşbəxtlik hiss edirlər. Çünki düşünürlər ki, hər şey onların əlindədir. Amma biz tarixin keçdiyi inkişaf yoluna nəzər salsaq, görərik ki, insanlar bir çox hallarda yalnız yaşadıkları sosial şərtlərin çərçivəsində malik olduqları azadlıqların miqdarı qədər, azadlıqların icazə verdiyi qədər azad ola biliblər. Engelsin isə azadlığa tərifi çox qısadır və bu tərif haqqında bugün bir neçə dəfə danışacağıq. Azadlıq dərk olunmuş zərurətdir. Azadlıq haqqında danışırıqsa mütləq zərurət haqqında danışmalıyıq və buna görə də buna toxunacağıq. Və dərhal belə bir müasir elmi eksperimentdən nümunə gətirəcəm. Bu nümunəyə də biz toxunacağıq. Benjamin Libet adlı məşhur 1980-ci illərində bioloqu var və Libetin eksperimentləri var. Bu eksperimentlərində o insan azadlığının elmi əsaslarını müəyyənləşdirməyə çalışırdı. Neyrobioloji nöqteyi nəzərdən, insan şuuru nöqteyi nəzərindən azadlığın tərifini verməyə çalışırdı və Benjamin Libetin eksperimenti belə bir maraqlı nüans ortaya çıxarmışdı. Bu maraqlı nüans nədən ibarətdir? O müəyyənləşdirmişdi ki, insanın ağlı qərar vermə, yəni insan qərar verməsini düşünməmişdən təxminən 0,3-0,5 saniyə öncə, yəni 300-500 mikrosaniyə öncə artıq insanın beynində müəyyən cavab reaksiyaları verilmiş olur və bunun da nəticəsində belə bir qənaətə gəlmişdi ki, insan azadlığa malik deyil. Bu eksperiment haqqında bir qədər sonra danışacağıq. Sadəcə yəni əvvəldən belə bir məlumat verirəm ki, bu cür eksperiment də var və onun problemli tərəfləri də var. Və digər tərəfdən əslində biz hər birimiz azad olduğumuzu ya düşünməkdən ya da reaksiya vermək üçün, yəni başqaları bizim azad olduğumuzu düşünsünlər deyə nəsə etməkdən xoşumuz gəlir. Məsələn, maraqlı bir nümunə gətirəcəm futboldan. Yəqin ki, penaltinin nə olduğunu futbolda çoxlarınız bilirsiniz. Yəni 11 metrlik cərimə zərbəsi deyirlər başqa bir adı ilə və bu zaman qapıçılar bir çox hallarda yerlərində dayanmırlar. Ya sağa ya da sola doğru müəyyən bir hərəkət edirlər. Halbuki bir çox hallarda əslində penalti zərbəsini yerinə yetirən futbolçular topu mərkəz nöqtəyə yönəldilər. Niyə? Çünki bu daha rahatdır və daha çox zəmanət gətirir. Çünki qapıçılar hərəkət edir. Amma əslində qapıçı yerində dursa, yəni o topu saxlama ehtimalı daha yüksəkdir faiz etibarilə. Lakin qapıçı fikirləşir ki, mən yerindən tərpənməsəm, azarkeşlər düşünəcəklər ki, mən komandanın uğuru üçün heç nə eləmirəm. Ona görə də mən ya sağa ya sola hərəkət edeyim, nəticədə desinlər ki, düz tapmadı, cəhd göstərdi, alınmadı, ya da bəlkə təsadüfən futbolçunun zərbə endirdiyi istiqamətlə eyni tərəfə doğru yönələrəm və nəticədə topu xilas edərəm. Və yaxud da ki, əgər biz doğulanda, anadan olanda hansısa bir ölkədə anadan oluruqsa və yaxud da ki, böyüyüb formalaşdığımız ailənin iqtisadi imkanları əvvəlcədən müəyyən bir şərtlərə cavab verirsə, biz hansısa dinə sitayiş edən ailədə doğuluruqsa,
Bu o demək deyilmi ki, biz doğuş anından etibarən artıq azadlığımızı itiririk? Bunlar giriş suallarıdır və bu suallara biz cavab verməyə çalışacağıq bu və digər formada və burada yəni qısa bir formada lirik üzət eləyəcəm, yəni kənara çıxacağam mövzudan ki, biz bu təlimi, bu mühazirəni Aristotel Fəlsəfə Klubu adından aparırıq və əslində Aristotel Fəlsəfə Klubunun yaradılması da bir növ elə bizim təlimimizin mövzusu ilə, azad iradə ilə bu və digər dərəcədə əlaqəlidir. Məsələ bundan ibarətdir ki, bu gün universitetlərdə akademik formada keçirilən təhsil bir çox hallarda, yəni konkret öncədən müəyyənləşdirilən çərçivələr daxilində reallaşır və bu səbəbdən də yəni tələbələr, şagirdlər, məktəblilər, yəni həqiqətən həyatda praktik nöqteyi nəzərdən lazım olan və onların inkişafına cavab verən bütün bilikləri əldə etməkdə çətinlik çəkirlər və əksinə verilən biliklər bir çox hallarda ciddi çərçivələr yaradır. Şuur üçün qapalı mexanizmlər, baryerlər yaradır ki, insan həqiqətləri öyrənməkdə bu problemləri gələcəkdə öz həyatında hiss edir. Düzdür, bəzən biz bunun fərqinə varmırıq ki, yəni bizim baryerlərimiz var düşüncəmizdə, amma müxtəlif məsələlərdə, din məsələsində, siyasət məsələsində, əxlaq məsələsində, nikah məsələsində, sevgi münasibətlərində və digər növ sosial əlaqələrdə bu problemlər özünü göstərir. Yəni Aristotel Fəlsəfə Klubunda biz elə bu məqsədlə yaratmışıq ki, alternativ bir platforma kimi fərqli fikirlərində ifadə olunması üçün bir məkan rolunu, bir areal rolunu oynayaq və bu mənada yəni Aristotel Fəlsəfə Klubunun qarşısına qoyduğu əsas məqsədlərdən biri budur və nəzərə alsaq ki, bu günlərdə Azərbaycanda yəni mətbuat azadlığı ilə bağlı ciddi problemlər var. Jurnalist yoldaşlarımız bu günləri yəni azadlıqdan məhrum olurlar və bu günləri 8 mart idi, amma 8 qadın jurnalist məsələn bunu azadlıqda qeyd edə bilmədi və çoxlu sayda həmçinin kişi jurnalistlər və siyasi ideyalarına görə və yaxud da əqidələrinə görə azadda olmayan şəxslər var ki, onları da yəni olmaması bu mövzu ilə müəyyən dərəcədə səsləşir. Yəni bu da vacib bir məqamdır. Və bugünkü mövzumuza biz əslində 3 anlayışın tərifini verməklə başlamaq istəyirik. Birinci növbədə bizim aydınlıq gətirməli olduğumuz məsələ budur. Azad iradə nədir? Və əslində sizdən soruşmaq istəyirəm ki, yəni azad iradə deyəndə nə başa düşürük? Qısa şəkildə kiminsə fikirləri varsa bu barədə deyə bilərsiniz. Kimin fikri var azad iradənin nə olması ilə bağlı? Seçim ixtiyarı. Seçim ixtiyarı. Nəyin əsasında seçim ixtiyarı? Yəni seçimi harda edirik? Həyatımızın gedişatı ilə bağlı nüanslarda. Həyatımızın gedişatı ilə bağlı nüanslarda seçim azadlığı. Başqa? Müxtəlif seçimlərdə tam öz qərarlarımızla hərəkət etməkdə, həyatımızın qurulmasında əsasən özümüzün qərarlarını həyata keçirməkdə və deyə bilərik. Yəni buna birinci belə gəlir. Bəli, yəni azad iradə anlayışına verilən tərif təxminən oxşardır. Alternativlər arasında insanın öz iradəsini, öz istəyini rəhbər tutaraq kənar heç kəsin müdaxiləsi olmadan və insan da özü buna əminlik duyaraq ki, yəni heç kim mənə təsir göstərmir, seçim etmə imkanı. Alternativlər arasında müstəqil şəkildə, azad şəkildə seçim etmə imkanı məhz azad iradə anlayışının əsasını təşkil edir. Və ikinci anlayış determinizm anlayışıdır. Determinizm anlayışı haqqında kimin məlumat var? Buyurun. Determinizm anlayışı səbəb-nəticə əlaqələri üstünə fokuslanır. Yəni bir şeyi məsələn də bu mən çay sifariş eləməyimin əsas səbəbi deyil, öz iradəm deyil də. Bu hansısa bir səbəb-nəticə əlaqəsidir. Məsələn, havanın soyuq olması ola bilər, çox kofe içməyim ola bilər. Bu çox pis misal idi əslində, amma yenə də yəni hardasa onu göstərir ki, bəli, bu və digər dərəcədə başa düşür. Çünki determinizmə görə ümumiyyətlə, yəni tərif etibarilə heç bir azadlıq yoxdur. Dünyada baş verən hər şey daha öncə mövcud olan, baş verən hansısa səbəblərdən qaynaqlanır. Və bu gün baş verən məsələ isə, yəni indi baş verən məsələn, yoldaş çay içir və bunu susadığı üçün deyib və bu hal-hazırda nəticədə, amma bu nəticədə gələcəkdə nəyəsə səbəb olacaq. Yəni hər şey səbəb-nəticə əlaqələrindən ibarət və dünyada heç bir azadlıq mövcud deyil. Yəni determinizmə verilən ən ümumi tərif budur. Bir də var indeterminizm. Yəni determinizm əslində azad iradənin əksidir. İndeterminizm isə başqa bir mənanı daşıyır. İndeterminizm bir tərəfdən bildirir ki, hər şey səbəb-nəticə əlaqəsinə tabe olunmur. Digər tərəfdən isə bildirir ki, dünyada təsadüflər var və bu təsadüflər bir çox məsələlərin gedişatına təsir göstərir. Yəni təsadüflər nəticəsində insanlar hansısa ani qərarlar verirlər və bunun əsasında hansısa ciddi səbəb axtarmaq mənasızdır. Yəni bu üç əsas azad iradə ilə bağlı bütün fəlsəfi, elmi əsərlərdə rast gəlinən anlayışlardır və yəni həm neyrobioloji nöqteyi nəzərdən, fiziki nöqteyi nəzərdən və fəlsəfi nöqteyi nəzərdən filosoflar bu anlayışları istifadə edərək azad iradə varmı, yoxsa determinizm hökm sürür, yoxsa təbiətdə hər şey indeterminizmə, yəni bu və digər formada təsadüflərə tabedir, buna cavab verməyə çalışırlar. Və bu sual dediyim kimi birinci növbədə
fəlsəfə üzərindən öyrənməyə başlayıb. Çünki bütün elmlər, daha doğrusu bütün əsas elmlər bu və digər dərəcədə fəlsəfənin bazasında, onun bünövrəsinin içində yetişiblər və daha sonra isə belə deyək, oradan artıq böyüyərək müstəqil elm sahələrinə çevriliblər və fəlsəfə tarixində bu suallara ilk dəfə fəlsəfi nöqteyi nəzərdən cavab verən şəxslər Yunan filosoflarıdır. Cavab verməyə çalışan desə yəqin daha doğru olar. Məsələn, Demokrit qeyd edə bilərik ki, Demokrit əslində bugünkü həyatımıza və bizi əhatə edən dünyaya bizim düşündüyümüzdən, fərqində olduğumuzdan çox təsir göstərmiş bir filosofdur. Nəyə görə? Çünki əslində insanlıq tarixində bizə məlum olduğu qədərilə ilk dəfə materializmi əsaslandırmış şəxs odur. Yəni ilk dəfə o bütün tanrıları yəni öz dövrünün elmi nöqteyi nəzərindən inkar edib və elmi perspektivi ön plana çıxarıb. Yəni o deyirdi ki, dünyada heç bir tanrı yoxdur və dünyada hər şey tamamilə atomlardan ibarətdir. Amma o bunu yəni öz dövrünün elmi ilə dediyim kimi əsaslandırdı. O deyirdi ki, dünyada, kainatda boşluq yoxdur. Hər yerdə atomlar var. Havada da, insanın bədənində də, insanın ağciyərində də və daşların da içində hər şey və hər yer atomlardan ibarətdir. Atomlardan başqa heç nə yoxdur və atomların arasında da boşluq olmadığına görə demək ki, tanrıların olması üçün yer yoxdur. Və bundan başqa o qeyd edirdi ki, tanrıların olmaması üçün yer olmaması kənarında atomlar konkret bir nizam üzrə hərəkət edirlər. Yəni onlar xaotik hərəkət etmirlər və insan da atom olduğu üçün insanın da bədəndəki atomlar müəyyən bir nizama tabedirlər və demək dünyada heç bir azad iradə yoxdur. Yəni hər şey determinizm üzərindən izah edilir. Təbii ki, determinizm sözünü heç istifadə eləmirdi, amma yəni onun fəlsəfəsi, yəni ilk dəfə bu azad iradə haqqında danışan şəxs kimi onu nəzərdən keçirə bilərik ki, o azad iradəni inkar edirdi. Amma onun materialist ideyalarını davam etdirən şəxslər var. Onlardan ən məşhuru Epikürdür. Epikürçülük məktəbinin banisidir və o da əslində çox, yəni öz zamanı üçün görkəmli bir filosofdur və əslində onun da baxışları həm əxlaq nəzəriyyəsinə, həm də azadlıq anlayışına çox təsir göstərib. O deyirdi ki, insan dünyada həzz alaraq yaşamalıdır, amma dünyada olan hər şeydən həzz almamalıdır, əlində olan şeylərdən həzz ala bilməlidir. Məsələn, qarşımızda su varsa, biz suyu içib xoşbəxt ola bilməliyik və yaxud da çay varsa, onu içib xoşbəxt ola bilməliyik. Çoxları səhvən Epikürü hedonizm banisi hesab edirlər. Bu belə deyil. Hedonizm isə yəni həyatın məqsədi həzz almaqdan ibarətdir anlayışını rəhbər tutur. Və Epikürlə yanaşı başqa bir materialist də var, Levkip. Levkip Epikür də bu arada Demokrit kimi düşünürdü ki, heç bir azad iradə yoxdur. Atomlar varsa hər şey atomlara tabe olur və atomların nizamına tabe olur. Deməli, insanın hərəkətlərinin hamısı sadəcə atomların mexaniki hərəkətinə uyğundur. Yəni, insanın azad iradəsi yoxdur. Levkip bir qədər fərqli prinsip irəli sürdü. O, klemans anlayışını daxil edirdi. Klemans sözü Yunan dilindən tərcümədə təxminən təsadüfilik, daha doğrusu xaotiklik mənasını daşıyır. Və o deyirdi ki, atomlar bəzən xaotik şəkildə bir araya gəlirlər. Bunu da nəyə görə deyir? Onlara sual verirdilər ki, əgər dünyada hər şey nizama tabedirsə, onda nəyə görə, məsələn, hansısa fiziki problemi olan insanlar var, fiziki məhdudiyyətli müasir dillə desə və yaxud da nəyə görə bəzi heyvanların, məsələn, bədənləri digərlərinə nisbətən daha iyi becərdir və yaxud da təbiətdə nəyə görə pis hadisələr baş verir, yəni təbii fəlakətlər baş verir və o da bu suala cavab kimi belə bir qərara gəlmişdi ki, demək atomların nizamında xaotiklik var, bəzən xaotiklik baş verir və bu xaotikliyin də nəticəsində ənənəvi nizam pozulur. Məsələn, insan bizim adət etdiyimiz formadan fərqli görünüşə malik olur ya da heyvanlar və yaxud da təbiətdə adət etdiyimizin kənarına çıxan hansısa başqa təbii proseslər baş verir və bu yəni müəyyən dərəcədə azad iradəni olduğunu göstərməyə çalışan bir yanaşmadır, amma biz bayaq üç anlayış dedik. Azad iradə, determinizm, indeterminizm. Sizcə bu hansına uyğundur? İndeterminizmə. Niyə? Çünki təsadüfləri rəhbər tutur. İndeterminizm bir də təkrar edirəm. Odur ki, yəni hər şey azad da deyil, hər şey səbəb-nəticə əlaqəsindən də asılı deyil. Dünyada təsadüflər hökm sürür və bu təsadüflər bir çox hallarda hadisələrin gedişatını müəyyənləşdirən başlıca məqamlardır. Və yəni bu əsas filosoflardır ki, azad iradə haqqında danışıblar həmin dövrdə. Platonun, Aristotelin ideyaları var, amma orijinal hansısa bu mənada fikirlərə biz orada rast gələ bilmirik və hər filosofu da oxşar fikirlər demiş adamların haqqında danışsaq çox vaxtımız alacaq. Sonra orta əsrlərə gələ bilərik. Orta əsrlərdə Avropada bildiyimiz kimi xristian dininin dominantlığı hökm sürürdü. Və 10-cu əsrə qədər olan dövrü bəzən qaranlıq orta əsrlər də deyirlər. Niyə? Çünki o dövrlərdə baş verən hadisələr bir tərəfdən həm qaranlıqdır, əxlaqi nöqteyi nəzərdən və tarixi nöqteyi nəzərdən də qaranlıqdır ki, çox az şey bilirik.
Yəni insan azadlığı tamamilə boğulurdu həmin dövrdə və kilsə bütün ictimai həyatı idarə edirdi. Həm nəzarət edir ki, insanlar nə düşünməlidirlər, necə düşünməlidirlər, necə yaşamalıdırlar, həm də bütövlükdə krallar, feodallar hamısı kilsəyə tabe idilər. Tarixi mənbələrdə yalnız kilsə tərəfindən yazıldığı üçün onlara etibar etmək təbii ki, mümkün deyil. Və həmin dövrün ən görkəmli mütəfəkkiri, yəni onu əslində bəzən filosof deyirlər, amma bu adam teosofdur. Niyə? Çünki Tanrı haqqında danışır. Avreli Avqustin xristianların özünün çətin vəziyyətdə qaldığı suallara cavab verməyə çalışırdı. Məsələ budur ki, Roma imperiyasında fəlsəfə qadağan olunur müəyyən bir dövrdən sonra. Niyə? Çünki fəlsəfə xristian dininin ideyaları ilə səsləşmir. Filosoflar xristianlıq üçün çox normal düşünülən, çox normal görünən bir çox ideyaları təksib edirlər. Və bu suallar hansılardır? Məsələn, əgər Tanrı hamıdan və hər şeydən güclüdürsə, o zaman belə çıxa bilərmi ki, hamıdan güclü olan Tanrının dünyadakı şərə gücü çatmır. Yaxud dünyada şər də baş verir. Tanrının şeytandan gücü daha çoxsa, onda niyə Tanrı bu şeytanın həyata keçirdiyi işlərin qarşısını almır? Yəni ona qalib gəlmir bu və digər yerlərdə. İkinci sual belə səslənir ki, Tanrı hər yerdədirsə, o zaman niyə mənfi hadisələrin baş verdiyi yerlərdə, insanların ədalətsizliyə məruz qaldığı yerlərdə, uşaq ölümlərinin olduğu yerlərdə, insan həyatının, yəni günahsız insanların, yeni doğulan körpələrin öldürüldüyü yerlərdə niyə və nəyə görə belə deyək, Tanrı müdaxilə eləmir, əgər o hər yerdədirsə. Və bu kimi sualların təbii ki, cavabını xristian din nöqteyi nəzərindən doktrina əsaslanaraq vermək çox çətin idi. Yəni İncildə bu suallara bilavasitə cavab yoxdur. Ona görə də xristian kilsəsinə xidmət edən, yəni Vatikanda çalışan şəxslərin qarşısına duran vəzifələrdən biri bu sualları necə əsaslandırmaq idi. Düzdür, birinci fəlsəfəni qadağan etdilər, onsuz da bu suallar artıq aktuallığını itirdi. Amma müəyyən müddətdən sonra içərisində bu suallar yaranan xristian teosofların özləri düşündülər ki, bunu necəsə cavablandırmaq lazımdır ki, heç olmasa Vatikanda yetişən kilsə xadimlərinin özləri bu suallara necəsə cavab versinlər. Və Avreli Avqustin belə bir qənaətə gəldi ki, əslində Tanrının əvvəlcədən nəyisə bilməməsi mümkünsüzdür. Yəni əvvəlcədən hər şey Tanrıya məlumdur. Amma Tanrı insanı yaratdığına görə yaratdığının özünə müəyyən bir azad iradə verir. Yəni insanın azad iradəsi var, amma Tanrı da hər şeyi əvvəlcədən bilir. Sadəcə insan Tanrının ona yazdığı taleydən xəbərsizdir deyə özü seçimlər edir. Yəni ona görə də burada bir əslində ziddiyyət yaranır ki, Tanrı hər şeyi bilirsə, onda niyə bizim müəyyən addımlar atmamıza icazə verir? Amma yəni bu suala Avreli Avqustin cavab vermir. Niyə? Çünki onun yaşadığı dövrdə belə bir kilsənin müddəası var idi ki, insan sadəcə inanmalıdır. Çünki insan düşünəndə onda şübhələr yaranır. Şübhələr də bildiyimiz kimi insanın dinə inanmasının qarşısında bir maneədir. Ona görə də insan sadəcə inanmalıdır və belə bir məşhur fikir var ki, ən müdrik, elmi, əqli, məntiqi fikir belə ən sadə dini mühakimə ilə müqayisədə bir hissdir. Yəni insan məhz inanmağı rəhbər tutmalıdır. Əgər Tanrının insanlar üçün yaratdığı əbədi həyata, yəni indiki dillə desək, cənnətə getmək, qovuşmaq, orada əbədi bir həyat yaşamaq istəyirsə. Daha sonrakı əsrlərdə kilsənin mövqeyi tədricən zəiflədi və zəiflədiyi dövrdə də kilsənin ən görkəmli xadimi başqa bir şəxsdir, Foma Akvinalı. Foma Akvinalı bu suala oxşar tərzdə cavab verməyə çalışdı. O deyir ki, Tanrı insanı ağıl ilə yaradıb. Yəni Tanrı insanı məsələn bu stoldan, taxtadan, başqa şeylərdən fərqli olaraq ağıl ilə yaradıb. Demək ki, insan ağlı var deyə seçimlər eləyə bilər və Tanrı insana güvənir ki, insan yaxşı seçimlər edəcək, amma yaxşı seçimlər eləməyənlər də buna görə cavab verəcəklər. Sadəcə qəribədir ki, o da eyni ilə Avreli Avqustin kimi zənn edirdi ki, insanın taleyi əvvəlcədən Tanrıya məlumdur. Və İslam dini haqqında da bir qədər danışsaq qısa şəkildə, İslamın yeni yarandığı dövrdə bu məqamlar çox rahat şəkildə müzakirə olunurdu. İslam dininə yeni inanan insanlar arasında və bu arada İslam müstəvisində də, yəni ərəb dünyasında da fəlsəfi fikirlər bu və digər dərəcədə var idi. Niyə? Çünki Roma imperiyasında fəlsəfə qadağan olunandan sonra, Platonun akademiyası bağlanandan sonra bir qrup filosoflar, hansılar ki, xristian dinində qəbul etmədilər və Roma imperiyasında qalıb, yəni heç bir fikir demədən qalmaq istəmədilər. Onlar köç etdilər və köç edənlərin bir hissəsi də məhz Ərəbistan yarımadasına gəldilər və onlar gəldikdən sonra sağ qalmaq üçün, yəni müəyyən bəziləri ərəb dilini öyrəndi, bəziləri ərəblərə Yunan dilini öyrətdilər və başladılar onlara dərs deməyə və yəni Yunanlar, ərəblər İslam yaranana qədər də böyük şəhərlərdə artıq mədəniyyətə sahib idilər. Yəni mədəniyyətsiz
yəni bu günləri biz deyirik ki, İslam yarına qədər hamısı bədəvi idi, hamısı vəhşi həyat yaşayırdı. Yəni böyük şəhərlərdə fəlsəfə, mədəniyyət var idi bu və digər dərəcədə. Sadəcə bu kiçik qism ərəbləri əhatə edirdi və İslam yarınından sonra böyük şəhərlərdə ona görə də fəlsəfə ilə İslamın bir sintezi baş verdi. Düzdür, bu qısa müddət çəkdi. Sonra yəni azad fikirlilik bilirik ki, dərinin soyulmasına, başın bədəndən ayrılmasına qədər gətirib çıxara bilirdi. Amma bu baş verənə qədər ərəb fəlsəfəsi deyə biləcəyimiz bir anlayış var idi ki, məsələn, qədərilər və cəbərilər deyə iki fərqli istiqamət var idi və onların iki mübahisə predmeti var idi. Bir, insanın azad iradəsi varmı? İnsan öz taleyini özü yazırmı? İki, Tanrı necədir? Tanrının mahiyyəti necədir? Və qədərlər insanın azad iradəyə malik olduğunu inkar edirdilər. Deyirdilər ki, insanın qədəri Allah tərəfindən yazılıb. Amma onlar həm də düşünürdülər ki, Allah, düzdür, bizim mövzudan bir qədər kənara çıxır, amma onların yəni ikinci vacib fikri budur deyə deyirəm. İkinci fikirlər də bu idi ki, Allah insana bənzəyir və hər ikisi, yəni qədərlər də, cəbərlər də bunun əksini deyirdilər. Deyirdilər, insanın azad iradəsi var və Allah insana bənzəmir. Hər iki söz fikirlərini Qurana və sünnəyə əsasən izah etməyə və sübut etməyə çalışırdılar. Məsələn, qədərlər deyirdilər ki, insanın azad iradəsi yoxdur. Niyə? Çünki Quranda da və Qurana qədərki digər səmavi kitablarda da biz görürük ki, dünyada baş verən hər şeydən Allahın xəbəri olmasına dair buna dəlalət edən fikirlər var. Məsələn, bir yarpaq belə ağacdan Allahın izni olmadan, məlumat olmadan düşə bilməz və yaxud da ki, insan başından bir tük belə Allahın izni olmadan yəni yerə düşə bilməz. Bu fikirləri irəli sürürdülər. Və cəbərilər isə deyirdilər ki, əgər insanın azad iradəsi yoxdursa, Allah ən adildir, ədalətlidir. Onda yəni insanın təbii ki, cənnətdən, cəhənnəmdən qiymətləndirməz əməllərini, ona görə də insan öz əməllərinə görə öz cavab vermək qüdrətinə sahibdir. Yəni Allah onu bu cür mükafatlandırıb. Və digər tərəfdən qədərlər dediyim kimi deyirdilər ki, Allah insanı özünə bənzər, yəni Allahın vücudu var, Allah maddidir. Niyə bunu deyirdilər? Nə ilə sübut edirdilər? Deyirdilər ki, Allah insanı özünə bənzər şəkildə yaradıb, sevərək, sevgi ilə özündən yaradıb, özünə bənzər yaradıb. Bu o deməkdir ki, Allahın müəyyən bir görünüşü var. Yəni o sonsuz və formasız deyil ki, insan da yəni onun müəyyən bir forması, yəni kiçik bir ölçüdə ola bilər və yaxud da ölçünü bilmir. Amma yəni insan Allaha bənzəyirsə, demək Allah da müəyyən bir maddiliyə sahibdir. Digər tərəfdən hədislərdə çoxlu fikirlər var ki, biz qiyamət günü Allahı necə tanıyacağıq, Allah necə görünəcək və müxtəlif hədislərdə bundan bağlı fikirlər var. Məsələn, bəzilərində deyilir ki, qiyamət günü Allah öz kürsüsündə əyləşəcək və biz onu ayağından tanıyacağıq. Yəni belə fikirlər var. Bunlar da yəni bir növ maddiliklə bağlı sübutlar kimi həmin dövrdə görünürdü. Digər tərəfdən isə cəbərilər deyirdilər ki, Allahın maddi olması onun sonsuz qüdrətinə şübhə gətirir, sual altına alır. Ona görə də onun hansısa maddi ölçüsünün olması o demək ki, o hər yerdə deyil və sonsuz deyil. Bu səbəbdən də yəni bunu inkar edirdilər. Və bu fikirlər arasında yəni müəyyən bir ziddiyyət, bu fikirlərin müxtəlifliyi gələcəkdə ümumiyyətlə yəni bu azad fikirliyin qadağan olunmasına qədər gətirib çıxartdı və az öncə dediyimiz nəticələrə səbəb oldu. Orta əsrlər ərəb dünyasında da, eyni zamanda xristian dünyasında da, Avropasında da sona çatdıqdan sonra müəyyən kilsənin nüfuzu və ərəb xilafətinin süqutu nəticəsində azad fikirlilik müəyyən dərəcədə antik Yunan mənbələrinin öyrənilməsi nəticəsində yenidən güclənməyə başladı və elmi nöqteyi nəzərdən müxtəlif şəxslər, müxtəlif filosoflar çalışırlar ki, azad iradəni əsaslandırsınlar və belə şəxslərdən birincisi Avropada René Descartes, fransız mütəfəkkiri. René Descartes əslində tam mənada alim adlandırmaq çətindir. Bəli, o riyaziyyat nöqteyi nəzərindən dəqiq elmlər üçün vacib bəzi teoremlər irəli sürüb, lakin onun fəlsəfi baxışları, azad iradəyə dair fikirləri heç də onun tam mənada alim adlandırılmasına icazə vermir. Niyə? Çünki Descartes dualistdir. Descartes deyirdi ki, dünyada müəyyən bir yaradıcının olmasına da ehtiyac var və eyni zamanda materiyanın olmasına da ehtiyac var. Yəni dünyanı Allah, yəni Tanrı yaratmayıb. Niyə yaratmayıb? Çünki o heç nədən nəyisə yarada bilməz, yoxluq varlığa çevrilə bilməz. Amma bu o demək deyil ki, Tanrı yoxdur. Tanrı materiya ilə bir-birinə bərabərdir. Yəni onlar güc olaraq bir-birinə bərabərdirlər və bir plastilin necə ki, nəyisə çevirmək üçün insanın müdaxiləsinə ehtiyac varsa, materiyanın da nəyisə çevrilməsi üçün təbii ki, bir insana, bir yaradıcıya, üzr istəyirəm, ehtiyac var və bu yaradıcı qismində Tanrı çıxış edir. Və ona görə də o deyirdi ki, Tanrı var deyə biz tam mənada azad iradəni inkar edə bilmərik, amma yəni həm də daha çox sayda dünyada bir çox şey əvvəlcədən müəyyənləşdirilib. Və
Descartes sanki o azad iradə haqqında fikrini, yəni belə deyək, əsaslandırılmamış şəkildə deyir deyə onun fəlsəfəsini biz oxuyanda görürük ki, açıq şəkildə onun fəlsəfi sistemi bizi azad iradənin inkarı ilə tanış edir, qarşı-qarşıya qoyur. Və ondan fərqli olaraq digər rasionalizm istiqaməti, Descartes rasionalizm banisidir. Digər nümayəndəsi Benedict Baruch Spinoza, Niderland filosofu, Yahudi mənşəli. O azad iradəyə bir qədər daha detallı yanaşmağa çalışırdı. Spinoza deyirdi ki, dünyada bir dənə yox, çoxlu və sonsuz sayda hətta başlanğıclar var. Yəni bir tanrının olmasını inkar edirdi, çoxlu başlanğıcları fərqləndirdi və başlanğıclara da bir ad fikirləşmişdi, monadalar. O bu monadaların dünyada hər şey yaratdığını düşünürdü. Amma buna baxmayaraq o müəyyən bir tanrı ideyasında tamamilə kənara atmırdı. Deyirdi ki, bu yaradıcı qüvvələr hamısı bir-birinə bərabərdir. Yəni tanrı digər yaradıcılarla bərabər statusa malikdir. Və dünyada bu hissəciklər hər yerdədir. Yəni dünyada hər yerdə tanrının olduğunu, yəni sadə şəkildə desək, dünyada hər yerdə tanrı var. Yəni buna panteizm deyə bilərik. Yəqin ki, bu termin sizə tanışdır. Pan hər yer deməkdir, teos tanrı deməkdir. Yəni tanrı sanki hər yerdədir. Və tanrı hər yerdədirsə, demək ki, onun qoyduğu qaydalar hər yerdə hökm sürür. Bu zirzəmidə, qonşu binalarda, kainatın hər yerində, Amerikada, Banqladeşdə fərqi yoxdur. Hər yerdə tanrının müəyyənləşdirdiyi, yəni monadaların müəyyənləşdirdiyi qaydalar hökm sürür və demək ki, insanın azadlığı yalnız həmin hökm sürən qaydaların çərçivəsində mövcuddur. Yəni insanın azad iradəsi əslində tam azad deyil, şərtlərlə məhdudlaşır və bu şərtləri həmin o monadalar, yəni bir növ tanrı müəyyənləşdirib. Yəni belə bir fikir irəli sürürdü və bu fikir əslində sonrakı bütün fəlsəfələrə təsir göstərən bir fikirdir. Yəni Spinoza bu mənada vacib bir filosofdur və Spinozadan daha sonra maarifçilik dövründə azad iradə haqqında xüsusi orijinal fikirlər irəli sürülmədi. Əvvəldə vurğuladığım Voltairein fikrini fərqləndirə bilərik ki, o da eynilə Spinoza kimi, yəni insanın azad iradəyə malik olduğunu düşünürdü. Lakin düşünürdü ki, insanın azad iradəsi həmin o nümunədəki bankada olan milçək kimidir. Yəni sadəcə müəyyən bir çərçivədə həmin o milçək uçmağa qadirdir və qabildir. Və bundan sonra ən maraqlı fikirlər klassik Alman fəlsəfəsində irəli sürülür. Klassik Alman fəlsəfəsinin ilk böyük nümayəndəsi Immanuel Kantdır və Immanuel Kantın əsas əsərləri həm də əxlaq nədir və əxlaqın əsasında nə dayanır sualına cavab verməyə yönəlib. Və Kant əxlaq ilə azad iradəni qarşılıqlı əlaqədə öyrənməyə çalışırdı. Ümumiyyətlə azad iradə əxlaqa necə təsir göstərir sualına cavab verməyə çalışırdı. Və Kant hesab edirdi ki, əgər insanın azad iradəsi yoxsa əxlaq haqqında danışmaq olmaz. Yəni biz insanların iradəsi azaddır və buna görə də biz əxlaqi cəhətdən fərqli hərəkətlərə yol veririk. Yəni hər birimizin əxlaqi dəyərləri bu və digər dərəcədə fərqlənir və özümüzə də səhv görünən, başqalarının da bizdə səhv gördüyü hansısa əməlləri etmiş oluruq. Yəni bu bizim azad iradəmiz olduğuna görədir. Amma eyni zamanda Kant deyirdi ki, məhz bu problem yaradır. Ona görə də dünya müəyyən bir, daha doğrusu cəmiyyət müəyyən bir qaydaya, müəyyən bir nizama gələ bilmir, inkişaf edə bilmir və bunun da qarşısını almaq üçün bütün insanları birləşdirən hansısa bir əxlaqi nizam prinsipinə ehtiyac var. Yəni bütün insanları birləşdirən əxlaqi qayda olmalıdır və bütün insanlar buna riayət eləməlidir. Bu qaydanı Kant kateqorik imperativ adlandırırdı. Kateqorik imperativ nədir? Biz hamımız nə etməliyik? Başqalarının bizə qarşı eləməsini istəmədiyimiz və bu cür hərəkətləri nəyi ki istəmirik başqaları bilsin. Biz də başqalarını etməməliyik. Məsələn, istəmiriksə ki, bizim telefonumuzu oğurlasınlar, biz də başqalarının əmlakını oğurlamamalıyıq. Kiminsə bizi öldürməsini istəmiriksə, biz də başqalarını öldürməməliyik. Və yaxud da ki, kiminsə bizə yalan deməsini istəmiriksə, biz də başqalarına yalan deməməliyik. Xəyanətə uğramaq istəmiriksə, xəyanət etməməliyik. Yəni belə bir sadə görünən mexanizm irəli sürür və o qeyd edir ki, əgər insanlar həyatlarında bu prinsipi rəhbər tutsalar, o zaman heç bir dinə ehtiyac qalmayacaq. Niyə ehtiyac qalmayacaq? Çünki dinlər insanlar arasında nifaq salırlar və bunun əksinə olaraq bu əxlaqi prinsip bütün insanları birləşdirə bilər və insanlar azad iradələri ilə bunu dərk etdikləri üçün, yəni burada əslində bir növ azad iradədən imtina eləmiş kimi görünürlər, amma yalnız bunun nəticəsində insanlar digər bütün şərtlərdə azad ola biləcəkləri bir mühit əldə edirlər. Əmindirlər ki, heç kim onlara qarşı onların başqalarına etməyəcəyi şeyləri eləməyəcək. Və bu da azadlığın bir növ şərti kimi Kant tərəfindən
qiymətləndirilir. Düzdür, burada başqa xırda detallar, nüanslar da var, amma yəni onlar bizim mövzumuzun həcmini, zamanını genişləndirə bilər deyə onlara toxunmayacağıq və Kantın əslində fəlsəfəsində çox ciddi boşluqlar var idi. Bu boşluqlar təkcə axmaqla bağlı deyil, amma yəni bu mövzuda da müəyyən problemlər var idi və bu problemləri məhz Kantdan sonra klassik Alman fəlsəfəsinin ən böyük adı, ən böyük filosofu Georg Wilhelm Friedrich Hegel aradan qaldırmağa cəhd göstərdi. Hegel Kantı tənqid elədi ki, Kant əslində insanın sanki tamamilə azad olması haqqında bir fikir irəli sürür və bu ona oxşuyur ki, Kant insanı cəmiyyətdən təcrid edir. Yəni sanki Kant insanı müəyyən bir vakuumun içində öyrənməyə çalışır. Yəni deyir ki, insanın tamamilə azad iradəsi var və bu iradəni hər yerdə tətbiq edə bilər. Kantın çox yaxşı bir nümunəsi var bu barədə. Deyir, məsələn, təsəvvür edin ki, sizin dostunuz müəyyən bir oğurluq edib, müəyyən bir cinayət işləyib və bundan sonra gəlib sizin evinizdə gizlənir. Və sizdən xahiş edir ki, yəni polislər məni axtarsa, kim axtarsa məni, mənim sənin evində olmadığını denən. Və Kant sual verir ki, yəni bu şərtdə siz nə edərsiniz? Dostunuzu mu satarsınız, yoxsa həmin o kateqorik imperativ prinsipini rəhbər tutarsınız? Yəni əslində Kant deyir ki, siz dostunuzu satmaqla ola bilsin, dostunuza xəyanət etmiş olursunuz. Amma siz həm özünüzə, həm dostunuza, həm bütün cəmiyyətə əslində yaxşılıq edirsiniz. Niyə? Çünki yəni əslində bütün bu cür hallarda siz özünüz əmin olursunuz ki, bütün bu cür hallarda həqiqət qalib gələcək. Yəni siz inanırsınız ki, həmişə siz polisə həmin cinayətkarı tabe edəcəksiniz və sizə də qarşı kimsə cinayət eləsə, yəni əsas məsələ budur. Əgər kimsə bizə qarşı cinayət törətsə və gedib öz dostunun evində gizlənsə, biz əmin olacağıq ki, sanki o da həmin o cinayətkarı polisə təhvil verəcək. Yəni bu formada Kant məsələyə yanaşır və bu yanaşmanı rəhbər tutaraq deyir ki, bütün insanlar bu şərtlərdə yaşamalıdırlar. Hegel bunu tənqid edir. Deyir ki, insan cəmiyyətdə yaşayır və insanların sosial statusu, insanların iqtisadi vəziyyəti, insanların təhsil səviyyəsi, dünya görüşünün inkişaf etmişlik forması bir-birindən fərqlənir. Və insanlar yəni fərqli şərtlərdə yaşadıklarına görə onların azad seçim etmə imkanları da bir-birindən fərqlənir. Hər kəs bərabər dərəcədə azad deyil. Yəni bizim daha çox iqtisadi imkanımız varsa biz məsələn kasıb insanlardan daha azad ola bilərik. Niyə? Çünki məsələn tətil vaxtı fikirləşə bilərik ki, hansı xarici ölkəyə gedib səyahət edə bilərik və burada bizim seçimimiz sadəcə ölkə üzərində olacaq. Yəni biz fikirləşməyəcəyik ki, burada pulum çox çıxacaq, burada az çıxacaq. Amma biz bunun əksinə daha yoxsul bir insanıqsa, təbii olaraq bizim artıq məzuniyyət ilə bağlı fərziyyələrimiz, arzularımız çox məhdud olacaq və istədiyimiz seçimləri edə bilməyəcəyik. Yəni bu mənada Hegelin fəlsəfi ideyaları Kantın təliminin çatışmazlığını aradan qaldırmağa yönəldir. Yəni əsas çatışmazlıq nə idi Kantda? Kant sosial şərtləri nəzərə almır. Deyir ki, insan həmişə azad iradəyə malikdir və həmişə yəni belə deyək, sanki seçim eləməkdə tam müstəqildir. İstənilən şərtdə insan əxlaqi cəhətdən düzgün olanı seçməlidir və bu kateqorik imperativ ən vacib müddəa olaraq Kantın fəlsəfəsinin əsasını təşkil edir. Amma Hegel biz bunu dəyişdirmək üçün nə edə bilərik sualına cavab verməyə çalışmır. Yəni Hegel sadəcə izah edir ki, insanın azadlığı müəyyən şərtlərlə məhdudlaşır. Yəni bizim nə içmək istəməyimiz, nə yemək istəməyimiz, nəyi geyinə biləcəyimiz və digər məqamlara digər sosial şərtlər təsir göstərir. Və bunu dəyişmək üçün nə edə bilərik sualına isə Hegel cavab verməkdən şuurlu şəkildə qaçır və buna baxmayaraq Hegelin əsas ideyası bundan ibarət ki, mənim sistemim, yəni Hegelin sistemi dünyadakı fəlsəfə tarixindəki ən təkmil sistemdir və hər şeyi izah edir. Amma onun bu izah eləmədiyi məqamı, yəni bu situasiyanı necə dəyişdirmək olar və insan azadlığının genişləndirilməsi üçün nə etmək lazımdır sualına klassik Alman fəlsəfəsini tənqid edən şəxslər ilk növbədə məhz Friedrich Engels və Karl Marx cavab verməyə çalışırlar. Bayaq vurğuladığım azadlıq dərk olunmuş zərurətdir. Və belə bir fikir var. Bu fikri Engelsdən qabaq da müxtəlif formalarda deyiblər. Məsələn, Spinoza'nın özü də buna oxşar fikir deyib, amma bunu Tanrının qoyduğu qaydalara aid deyib. Azadlıq dərk olunmuş zərurətdir. Bir də bu cümləni deyirəm. Necə düşünürsünüz? Sizcə nə deməkdir bu? Azadlıq dərk olunmuş zərurətdir. Nə demək ola bilər? Nəyin elədiyimin fərqində oluramsa, artıq azad oluram. Başqa kim fikri var? Zərurət sözünü necə başa düşürük? Vaciblik.
lazım olan, vacib olan. Başqa? Qaçılması mümkünsüz. Bəli, yəni mütləq şəkildə bu cür olması lazım, olması gərəkli olan bir məqam haqqında danışıq zərurət deyəndə və azadlıq dərk olunmuş zərurətdir fikri isə bunu ifadə edir ki, biz həmişə müəyyən bir reallığın içərisində mövcuduq. Yəni, məsələn, Azərbaycanda yaşayırıqsa, Azərbaycanın reallıqları var, iqtisadi reallıqları var Azərbaycanın, Azərbaycan təhsil sisteminin reallıqları var, səhiyyə sisteminin reallıqları var, Azərbaycanın incəsənət sferasının belə deyək reallıqları var və yaxud da asudə zaman keçirmək üçün, məsələn, çay içmək üçün, kofe içmək üçün müəyyən reallıqlar var və s. Və eyni zamanda Azərbaycanın sosial sisteminin müəyyən reallıqları var və bütün bunlar birlikdə bizim yaşadığımız, bizi əhatə edən reallığı formalaşdırır. Tək Azərbaycanda yox, həm bütün dünyaya bunu aid edə bilərik təbii ki. Və biz bu şərtlərin içərisində mövcuduq. Yəni biz məsələn müəyyən bir gəlir imkanımız var, müəyyən bir təhsil statusumuz var, müəyyən bir biliklərimiz və bacarıqlarımız var və bu an etibarilə bu biliklər və bacarıqlar həmin o maddi səviyyə, həmin o sosial status və s. bizdədir. Və bu an biz yəni müəyyən bir şərtlərlə əhatə olunmuşuq. O şərtlər davamlı şəkildə biz bunu hiss eləsək də, hiss eləməsək də bizə təsir göstərir. Yəni biz məsələn marketə gedib nəsə alan zaman o marketdəki qiymətlərin həddi bizim azadlığımızın ölçüsüdür və yaxud da ki, paltar mağazasına girəndə orada etdiyimiz seçimlər və o seçimləri nəyin əsasında etməyimiz, hansı prinsip rəhbər tutaraq etməyimiz bizim azadlığımızın çərçivəsidir. Və yaxud da ki, yəni təkcə nə geyinməyimiz, nə yeməyimiz yox, hansı təhsil ala bilmə imkanımız, harda işləyə bilmə reallıqlarımız və bu işdə qalmaq üçün nə etməliyik, bu işi itirməmək üçün nə etməliyik və yaxud da ki, işə girmək üçün nələr etməliyik və hansı yaşda olmalıyıq, hansı bacarıqlara malik olmalıyıq. Bunlar hamısı, yəni bizim yaşadığımız Azərbaycanda bir cürdür, məsələn Almaniyada, İtaliyada, Fransada başqa cürdür, amma hər birində bu və digər dərəcədə şərtlər var və biz müəyyən bir ailədə doğulmuşuq, o ailənin də reallıqları var, yaşadığımız evin necə olması, ailə üzvlərimizin kimliyi və onlarla aramızdakı münasibət, bütün bunlar dostlarımız, sevgililərimiz, həyat yoldaşımız, uşaqlarımız və s. bunlar hamısı və onların qarşısında daşıdığımız məsuliyyətlər, malik olduğumuz azadlıqlar, bunlar hamısı bu və digər dərəcədə bizim azadlığımızın məhz hüdudlarını müəyyənləşdirir və biz yalnız bunların çərçivəsində azad ola bilərik. Yəni nə mənada? Biz onsuz da onlarla çərçivələnmişik. Sadəcə yəni insan düşünəndə ki, mən hər şey edə bilərəm, hər şeyə nail ola bilərəm, bu artıq insanın özünü bir növ aldatmasıdır və yaxud da xəbəri olmadan özünə yalan danışmasıdır və insan yalnız yəni bu dünyada mövcud olan sosial, siyasi, mənəvi şərtlərin daxilində mövcud olur və bu şərtlərin daxilində azaddır. Və bu şərtləri dərk eləmək, onların necə olduğunun fərqinə varmaq bizi, yəni sanki biz başa düşəcəyik ki, məhz bu addımlar bizim fəaliyyətimizin maksimumudur. Yəni biz bu şərtlər altında ən yaxşı halda buna nail ola bilərik. Yəni bunun fərqinə varmağımız bizi bir növ azad edə bilər. Yəni depressiyaya düşməkdənmi deyək, yoxsa məqsədlərimizə nail ola bilməməyimizə görə özümüzü qınamaqdanmı deyək, bir növ azad edə bilər. Biz başa düşürük ki, bu şərtlər düzgün şərtlər deyil, bu şərtlərin aradan qaldırılması lazımdır, bu ədalətli deyil, yaxşı deyil və s. formada qiymətləndirə bilərik. Amma yəni an etibarilə mövcud olan şərtlər bunlardır. Birinci növbədə yəni bunu dərk eləmək bizi yəni bir növ azad edir. İkinci növbədə isə bəs nə etməliyik o zaman sualı yaranır. Yəni bu şərtləri necəsə dəyişdirmək olarmı? Və bu suala da yəni yenə də elə Engelsin dili ilə cavab versək, bu şərtlərin belə deyək, öyrənilməsini, analizini həyata keçirərək onları necə dəyişə bilməyimiz haqqında suala cavab verə bilərik və fəlsəfi nöqteyi nəzərdən insan necə azad ola bilər sualının cavabına yəni yaxınlaşmağa çalışsaq, bu suala 20-ci əsrdə cavab verməyə çalışır filosoflar və ən çox bu sual eksistensialist filosofları narahat edirdi. Çünki onların əsas eksistensiya, eksist mövcud olmaq, var olmaq sözünü ingiliscə yəqin ki bilirsiniz. Yəni eksistensializm məhz buradan gəlir. Yəni insan öz var oluşunun, öz mövcudluğunun mahiyyətini varmağa çalışması eksistensialistlərin fikrincə həyatın, fəlsəfənin əsas məqsədidir və bu məsələ ətrafında iki məşhur fransız mənşəli filosof mülahizələr yürütürlər. Bunlardan biri Jean-Paul Sartre'dır, digəri isə Albert Camus'dur. Adları yəqin ki bir çoxunuzda tanışdır.
Jean-Paul Sartre belə bir fikir irəli sürür. İnsan azadlığa məhkumdur. İnsan azadlığa məhkumdur. Yəni insan azad olmaq məcburiyyətindədir. Başqa onun seçimi yoxdur. Niyə? Çünki insan həmişə seçimlər edir. Yəni hətta yaşamaq belə bir seçimdir. Biz yəni intihar da edə bilərik bu an və sonradan. Yəni bu belə bir seçimdir. Burada oturmağımız, nə içməyimiz, nə yeməyimiz, necə geyinməyimiz. Yəni insan davamlı olaraq həyatı boyunca seçimlər edir. Və başqa bir sual var ki, bu seçimlər nəyisə gətirir çıxarır yoxsa yox? Yəni azad olmağın özü insanı əslində tam azad etmir fikri var Sartre'da. O deyir ki, azadlıq yalnız bunun qarşılığında insan məsuliyyət daşıyanda həqiqi azadlığa çevrilir. Yəni biz atdığımız addımların yekununun, məsuliyyətinin nə olduğunu üzərimizə götürə biliriksə, bunun fərqinə vara biliriksə, dərk edə biliriksə ki, bunu edirik, bəs bu bizi hansı məsuliyyətlər qarşısında qoyur? Bax, bunun fərqinə vara bilmək Sartre'ın fikrincə insan üçün həqiqi azadlığı verə bilər. Düzdür, Sartre'ın əslində yəni fəlsəfi sistemi həyatı boyunca inkişaf edib, yəni o əslində gənc illərində dediyi fikirlərlə yetkinlik dövründə dediyi fikirlər arasında müəyyən ziddiyyətlər var, fərqlər var, amma yəni onun ən məşhur fikri məhz bu cür səslənir ki, insan azadlığa məhkumdur. Əsl azadlıq isə insanın həm də azadlığın qarşılığında məsuliyyətini dərk etməsidir. Və başqa bir filosof Albert Camus, fransız əsilli Əlcəzair filosofu, o da azadlığı öyrənməyə, demək olar ki, bütün fəlsəfi sistemini və bədii yaradıcılığını həsr edib. Onun əslində də Sartre'da olduğu kimi yaradıcılığı boyunca fikirləri dəyişib, hətta Sartre'dan daha radikal şəkildə dəyişib. Amma yəni onun ən məşhur fikri təbii ki, absurd ilə bağlıdır. Ona görə Camus'a bəzən absurd filosofu da deyirlər. Və onun əsas ən məşhur əsəri, yad əsəridir, yəqin ki, eşitdiniz bu əsərin adını. Və həmin əsər yəni absurdun reallığına həsr olunmuş bir əsərdir. Düz digər əsərlərində də, məsələn, Sizif haqqında mif əsərində də absurd ideyası işlənir və hətta orada daha fəlsəfi şəkildə bunu edir. Amma yəni bədii şəkildə bu ideyanı həll etməyə çalışdığı əsər yad əsəridir. Yad əsərinin qısa məzmununu bəlkə kimsə bir neçə cümlə ilə deyə bilər ki, bizim nə haqqında danışacağımız məlum olsun. Ya da səndə başrolun anası ölür və bu yolda gedəndən sonra anasının bastıranı bastırır. Bu prosesin ardınca orada məşuqəsi olur. Qızın adı tam yanında deyil, sarışın olur. Mari. Deyəsinə. Onunla dəniz kənarında fırlanırlar və s. Sonra evinə qaydanda qonşusunla onun qabaqlaşır. Qonşusu deyir, səfərləməsə deyir ki, gedir dənizə. Bunlar dəniz yerində bir ərəb qabaqlanır üçün və ərəb güllənir. Tam elə olmaz. Və səbəb nəticə əlaqəsi var. Yəni o dostunun məşuqəsinin qardaşı da həmin ərəb. Hansı ki dostu öz başrolun yox, öz məşuqəsi, ayrı məşuqəsi. Onu şiddət göstərir və onun qardaşı bunu izləyir ki, azadlı olmalı çıxsın. Yəni əslində tam olaraq tanımadığı bir insan deyil, amma yəni o qədər hər şeyə boş vermiş insandır ki, ona çox da maraqlı deyil də. Dostun hansı əziyyətləri içindədir, dostunu kim izləyir, kim onu öldürəcək. Yəni heç onu maraqlandırmır əslində. Sadəcə onlar bir dəniz kənarına gedir, həmin vaxt tək olur və əslində sonradan açıqlayanda deyir ki, sadəcə yuxum gəlirdi və sadəcə hava isti idi. Yəni adamın heç bir səbəbi yoxdur. Gözümə gün işığı düşürdü. Və gözümə gün işığı düşürdü və adamı öldürür və əsas ona verilən son suallardan biri budur ki, sən onu sadəcə öldürmək istədiyinsə bir güllə kifayət edir. Amma adam dalbada 4 güllə də deyəsən olur. Və sonra o hissədə də yazır ki, və bilmirdim ki, bundan sonra da mənim həyatımın ən faciəli hissəsi başlayacaq. Və daha sonra adam... Bir də hakim anasına bağlı suallar var, o yardımlarda. Əsas məsələ ki, bu insanı niyə mühakimə edirlər? Görə mühakimə eləmirlər. Sanki məhkəmədə artıq belə çıxır ki, bu insan mühakimə edirlər ki, sən niyə anan öləndə üzülmədin, niyə pis hiss eləmədin, niyə gözündən bir damcı da yaş axmadı, o bütün gecə anasının ölüsünün yanında olur və orada südlü kofe içir. Bunu deyirlər ki, sən necə bunu bacardın, sən yəni də özünü psixiyə düşməliydin, amma sən oturmuşsun orada ananın ölüsünün yanında kofe içirsən. Və nəticədə yəni belə bir absurd bir olay sonda da onu edam edir. Yəni burada əslində bu əsərin məğzi nədən ibarətdir? İnsan yaşadığı cəmiyyətdə ondan öncə yaşamış insanların müəyyənləşdirdiyi əxlaqi normalar toplusuna əməl etmək məcburiyyətindəymiş kimi görünür. Yəni məsələn, əsər belə bir cümlə ilə başlayır, yeri gəlmişkən, bu gün anam öldü, bəlkə də dünən, bilmirəm. Yəni ilk cümlədən Camus bizə göstərməyə çalışır ki,
baş personaj üçün hətta onun adı belə yoxdur. Sadəcə soyadı var Merso. Yəni onun üçün anasının ölməsi əhəmiyyətsizdir. Və sonrakı süjet xəttində də göstərməyə çalışır ki, yəni bu şəxs sosial normaları, yəni əxlaq normalarını hansısa ki, başqa insanlar üçün qaçılmaz şəkildə amal etməlidir. Məsələn, ananı ölübsə ağlamalısan, onun dəfnində mütləq şəkildə belə deyək ki, yəni hansısa son sözlər deməlisən, onu tərifləməlisən, hətta yaxşı ana olmayıbsa belə və eyni zamanda, yəni başqa insanları tanımırsansa belə onlara sonsuz hörmət bəsləməlisən və digər tərəfdən də, yəni insanlar məhz bunu qəbul edə bilmirlər ki, anası ölmüş bir şəxs necə anasını dəfn edəndən sonra sevgilisi ilə, məşuqəsi ilə gedib dəniz kənarında əylənə bilər və yaxud da məsələn südlü kofe içə bilər və s. ya da niyə ağlamaya bilər? Yəni bu məqamlar insanları qıcıqlandırır, insanlarda qəzəb yaradır və hətta hakimin özü belə, yəni məhz buna qəzəblənir. Onun hansısa ərəbi öldürməyi hakimin vecinə deyil. Yəni hakim narahat edir ki, sən ictimai əxlaq normalarını pozursan. Ona görə də yəni məhkəmədə hər kəs, prokuror daxil, ittihamçı daxil buna əsəbləşir və ona görə də sonda onu edama məhkum edirlər. Yəni sanki o şəxs cəmiyyətin əsrlər boyunca formalaşan nizamını sual altına alır, təhdid altına alır. Ona görə də belə insan yaşamalı deyil və Camus da deyir ki, yəni bu qaydalar absurddur. Yəni əgər biz onları dərk edəndə bir açıqlama tapa bilmiriksə ki, biz niyə belə eləməliyik? Yəni özümüz üçün bunun açıqlaması yoxdursa, o zaman biz niyə bunu etməliyik sualına etməyək cavabını verəndə cəmiyyət bunu normal qarşılamır və bizi yəni ittiham edir ki, biz əxlaq normalarını pozmağa çalışırıq və o deyir ki, yəni əslində həyat bu cür absurdlardan ibarətdir. Başqa bir əsər Sizif haqqında mifin mənası budur ki, biz hər gün həyatımızda təkrarlanan şeylər. Yəni əslində yuxarısı aşağısı bizim stabil həyatımız varsa, bu yəni başqa bir formada monoton həyatdır. Yəni əslində insan stabilliyə can atır. Niyə? Çünki stabillik olmayanda bu bir çox fizioloji və psixoloji problemlərə gətirib çıxara bilər. Amma digər tərəfdən də yəni insanın sabahkı gündən əminliyi olmaması problemidir. Amma insan müəyyən bir belə deyək, ritmə daxil olandan sonra, yəni təkrarlanan həyat fəaliyyətinə malik olandan sonra hər gün səhər yuxudan oyanırsan, işə gedirsən və iş vaxtı sona çatır, yəni nahar edirsən işdə, sonra yenə işə davam edirsən, sonra iş vaxtı sona çatır. İşdən sonra nələr sevirsən, ya da universitetdə oxuyursansa, məktəbdə oxuyursansa, yenə yəni təkrarlanan bir həyat ritmi olur. Hətta işləmirsənsə belə yenə də sən yəni təkrarlanan bir həyata malik ola bilirsən. Bu istisna deyil. Əgər çox varlı bir insan deyilsənsə təbii ki. Və bu mənada, yəni hətta əslində dərinə getsək, çox varlı bir insansansa belə bir yerdən sonra əyləncələr təkrarlanmağa başlayacaq. Yəni bu ya digər formada, bu da yəni əyləncənin özü monotonluğa çevrilə bilər. Yəni əslində varlı adamların psixoloji problemləri haqqında bir neçə yazı oxusaz görərsiniz ki, onlar buna görə bəzən intihar da edə bilirlər. Yəni bu monotonluq əslində bir çox hallarda tamamilə absurddur. Yəni biz öz iradəmizin əleyhinə, yəni əslində niyə oxuduğumuzu, niyə məsələn hansısa bir ixtisasda oxuyuruq, tutaq ki, bu ixtisas siyasi bir ixtisasdır, hüquqi bir ixtisasdır, hətta humanitar bir fəndir. Yəni bu istiqamətdə nəyə görə təhsil alırıq? Yəni bunu edən zaman məqsədimiz nədir? Bu suala cavab verə bilirikmi? Və yaxud da ki, bu işdə işləyirik, amma niyə işləyirik bu işdə? Sadəcə pul qazanmaq üçünmü, yoxsa bu bir iş bizi xoşbəxt eləyirmi, ya da nə qədər bu iş, eyni iş bizi xoşbəxt eləyə bilər? Ya da yalnız pul üçün işləyirsə, niyə başqa işdə işləmir? Ya da pul üçün işləyirsə, niyə bizə əxlaqsız görünən, məsələn, rüşvət vermək, rüşvət almaq, ya da başqa şeyləri niyə o zaman işləyə eləməyək? Yəni bu kimi suallar var ki, bu suallara hər bir insan cavab verməlidir Camus fikrincə və fəlsəfənin də əsas sualı məhz budur. Yəni biz bu absurd dünyasında yaşayırıqsa, birinci cavab verməliyik ki, biz niyə intihar etməyək? Yəni biz niyə yaşamalıyıq? Və yalnız absurdluğun belə deyək, izahını özünə verə bilən insan Camus fikrincə azadlığa nail ola bilər, amma bu da yəni yetərincə irrasional bir yanaşmadır. Çünki yekunda yenə də gedirik çıxırıq. Yəni bu cavabın sistemlə əlaqəli olması məsələsinə və başqa bir tərəfdən isə o zaman digər hansı həll yolları var? Yəni absurddan xilas olmaq ya da azad iradəyə malik olmaq, azadlığa nail olmaq üçün biz nələr edə bilərik sualını hansı cavablar mövcuddur? Məsələn, bir qrup ekstensialist filosoflar iddia edirdilər ki, Camus'un özü məsələn bildirirdi ki, biz əgər ibtidai şərtlərə qayıtsaq, yəni əslində Camus belə deyir, təbiətlə harmoniyada yaşasaq, yəni sivilizasiyanı kənara atsaq, təbiətin içində olsaq, o zaman bu absurd həyatın reallıqları kənara çıxacaq, yəni mənasız şeylər, ancaq bizim öz
sağ qalmamıza xidmət edən nələrsə qalacaq ayaqda və yəni biz sanki təbiətlə harmoniyada normal şəkildə yaşaya biləcəyik. Bəzi filosoflar deyirlər ki, azadlığa çatmaq üçün biz dilimizi təmizləməliyik. Yəni bəzəkli ifadələrdən, bəlağətli cümlələrdən, ədəbiyyatdan arınmalıyıq, hamısını kənara atmalıyıq. Sadəcə texniki cəhətdən düzgün dil yaratmalıyıq. Yəni yalnız fikirlərimizi konkret şəkildə uzatmadan ifadə edən bir dil olmalıdır və bu dil mexaniki, texniki dil olmalıdır. Bu bizə azadlığı gətirə bilər deyə fikir mövcuddur. Və yaxud da ki, bizim yəni bunun əksinə məsələn Heidegger fikirləşirdi ki, biz romantik və ədəbiyyata uyğun dil yaratmalıyıq, Alman poeziyasına uyğun dil yaratmalıyıq. Bu bizi azadlığa gətirib çıxara bilər. Yəni belə çox irrasional fikirlər irəli sürən filosoflar var. Və yaxud da məsələn Nietzsche irəli sürürdü ki, belə bir yanaşmanı insan fövqəl insana çevrilməlidir, ubiyameşə çevrilməlidir və bu fövqəl insan zəif insanları əzən, onların üzərində hökmranlıq quran bir insan olmalıdır və bu insanı azad edə bilər. Yəni mən belə biraz ümumiləşdirib deyirəm, amma yəni bu fikirlərin irrasional olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Və başqa bir sual yaranır burada. İnsan tək şəkildə azadlığa nail ola bilərmi? Yəni tək insan onun yaşadığı reallıqların çərçivəsində bu reallıqları nə qədər dəyişdirə bilər, nə qədər azadlığa nail ola bilər? Əvvəlcə istəyirəm ki, siz də bu barədə fikirlərinizi bölüşəsiniz. İnsan tək şəkildə azadlığı əldə edə bilərmi, yoxsa bilməzmi? Bilməzsən niyə, bilərsən niyə? Nəyə görə? Fikriniz var? Nəyə görə? Niyə çətin olur? Əgər belə deyim, güclü psixologiya sahibdirsə, yəni qarşı çıxa biləcəksə, hə, məsələn mən istəyirdim fəlsəfə ya da psixologiya yönümlü təhsil alım. Mən hazır tibb oxuyuram. Mən bacara bilmədim. Yəni tək bacarmaq olmur. Ailəm bütün hamısı deyir, yox sən tibb oxuyacaqsan, mən axırda indi tibb oxuyuram. Bacarmaq. Başqa kim fikir var? Ümumiyyətlə hansısa bir şeyə tək nail olmalıdır, mənə şey gəlməməyə başlayır. Hər şey bir kollektiv olardı. Öncə bu ictimai bir məsələlərdə daha vacib mahiyyətdə olduğu fikirlər. Yəni azadlıq məsələsi deyirlər. Xanım dedin hava, yəni ümumi kütləvi şəkildə formalaşa biləcəyini düşünürəm. Başqa kim fikir var? Başqa heç kim fikri yoxdur? Ya sosial şərtlərdən asılıdır insan istənilən halda. Bir də burada tək olanda nə üçün? İnsan onsuz da tək olmur. Bəli. Tənha ola bilər insan. Yəni, tənhadır. Tək olmur da insan, yəni sosial varlıq olduğuna görə. Yəni bu öz-özlüyündə olan bir şey. şey. Yəni sosial şərtlərdən asılıdır. Azadlıq tərifimiz və ya ki azad olmamız. Yəni yenə qayıdıram azad iradə məsələsinə ki, burada söhbət bizim alternativlər arasında müstəqil şəkildə seçim edə bilməyimizdən gedir və əslində yəni bu məsələyə adını çəkmədiyim bir şəxs də əlavə edirəm filosoflardan. Rus filosofu Plexanov var, 19-cu əsrdə yaşayıb və onun tarixdə şəxsiyyətin rolu adında bir əsəri var və insan azadlığı, azad iradəsi haqqında danışan zaman bu əsərə toxunmamaq müşkül məsələdir. Plexanov yəni siyasi, sosial baxışlarına görə marksist hesab edirdi özünü və əsərində göstərməyə çalışır ki, həm yəni çox da böyük ölçəyə malik olan bir əsər deyil, amma orada insanlığın keçdiyi tarixi inkişaf yoluna bir nəzər salır və göstərir ki, əslində yəni biz buna qədər bir çox hallarda fikirləşirik ki, böyük hökmdarlar, yəni Makedoniyalı İskəndər və yaxud da başqa şəxslər məhz onların iradəsi hansısa dövlətlərin yaranmasına, müharibələrin taleyinin həll olunmasına gətirib çıxarıb və məhz yəni tarixin belə deyək, hərəkəti, inkişafı istiqaməti böyük şəxsiyyətlərdən asılıdır və onların iradəsindən asılıdır. Yəni məhz onlar diktə edirlər ki, bütöv xalqlar necə yaşasınlar, kimlə müharibə eləsinlər, kimlə döyüşsünlər ya da kimlə sülh bağlasınlar və bundan asılı olaraq bir növ yəni tarix hərəkət edir irəliyə doğru ya da ümumiyyətlə yəni tarixdə fəaliyyətlər baş verir. Və bundan başqa bir baxış da var. Dinin yəni irəli sürdüyü baxış. Bu baxışa görə isə Tanrının, Allahın ya da hansısa başqa bir fövqəltəbii başlanğıcın müəyyənləşdirdiyi bu dünya üçün nəzərdə tutduğu bir həyat yolu mövcuddur və əslində bu məqamda da yəni hər şey necə baş verəcəyi öncədən müəyyənləşdirilib və burada da insanın azad iradəsi, yəni insan deyəndə çoxluğun azad iradəsi inkar olunur
yəni hansısa peyğəmbərlər və s. təbii ki, burada biraz fərqlidir. Yəni eynilə digər nümunədə də xalqın əksəriyyəti, əhalinin, dünya əhalisinin əksəriyyətinin iradəsi yoxdur. Onlar hökmdarlara tabe olmalıdır. Çünki hökmdarlar bir növ fitri qabiliyyəti, şuuru olan şəxslərdir. Yəni onlar dünya haqqında daha çox şey bilirlər və s. yanaşması rəhbər tutulur. Və Plexanov bu baxışları təhlil edəndən sonra göstərir ki, həmin hökmdarlar da və yaxud da dini qurumlar da, məsələn, kilsə və digər yəni dini qurumlar da həmişə sosial şərtləri nəzərə alaraq fəaliyyət göstəriblər. Məsələn, Ümumdünya Kilsə Məclisi, ilk Ümumdünya Kilsə Məclisi xristianlığı bir konsepsiyaya çevirmək və onun vasitəsilə insanları idarə etmək üçün təbii ki, ortaya çıxarılmış, həyata keçirilmiş bir tədbirdir. Və yaxud da ki, belə deyək, dinlərin güclənməsi, zəifləməsi, bu günləri hökmran olan dinlərin məhz hökmran olması, bu da sosial şərtlərlə bu və ya digər dərəcədə əlaqəlidir. Və yaxud da böyük adlandırılan hökmdarların da verdiyi qərarlar təbii ki, bu və ya digər dərəcədə onların yaşadıkları dövrün sosial şərtləri ilə və onların dövlətlərinin ayaqda qalması məntiqi ilə, iqtisadi reallıqları ilə əlaqəlidir və ondan bilavasitə asılıdır. Yəni, insanların azad iradəsi var, amma insanların azad iradəsi həmişə təbii ki, az öncə qeyd olunduğu kimi şərtlərdən asılıdır. Yəni, bu şərtlərin diktəsi bizim hansı qərarlar verə biləcəyimizi müəyyənləşdirir və insan tək şəkildə, yəni tənha şəkildə azad ola bilməsi yetərincə müşkül məsələdir. Çünki insan ictimai varlıqdır. Bəli, meşədə yaşayan bəlkə hansısa insan azad ola bilər deyə düşüncə formalaşa bilər, amma meşədə yaşayan insan şəxsiyyət deyil, çünki onun cəmiyyətdə heç bir rolu yoxdur. Yəni cəmiyyətdə rol oynamadığı üçün o yəni özlüyündə mövcuddur, amma bu günləri yəni meşədə belə hansısa vergidən qaçıb yaşamaq çətin məsələdir 21-ci əsrdə. Yəni insan cəmiyyətdə yaşadığı üçün həmişə sosial şərtlərlə məhduddur və insan nələrisə təsir göstərmək üçün yalnız kollektiv formada, yəni ciddi təsirdən gedir söhbət, kollektivlə birlikdə bunu etməyə nail ola bilər və kollektivin gücünü biz harda görə bilərik? Məsələn, çox bəsit bir nümunə çəkəcəm. Bir neçə il bundan əvvələ qədər Azərbaycanda siyasi mitinqlər olurdu və həmin mitinqlərə bəzən 3000, 5000, hətta daha öncəki illərdə 20 il bundan əvvəl 10 minlərlə insanlar çıxırdı və həmin insanların qarşısına çıxan polisin sayı isə insanların özündən dəfələrlə az idi. Məsələn, dəfələrlə olub ki, 3000-5000 nəfərlik mitinqi 200, 300, 500 nəfərlik polis dəstəsi artıq dəstə olmur. Yəni polislər sona çatdırsınlar. Niyə? Çünki həmin o polislər bir təşkilatlar, kollektivlər. Yəni onların məqsədi var əvvəlcədən həmin o mitinqi dağıtmaq. Yəni onların bəlli bir iş mexanizmi var, nizamı var və bilirlər ki, nə edirlər. Amma təsadüfən toplanmış insan kütləsi hansının ki, qarşısında məqsəd yoxdur, nizam yoxdur, hansısa konvensiya, hansısa qaydalar onları birləşdirmir, xaotik bir kütlədir. Yəni həmin o insanlar təşkilat olmadıqlarına görə, yəni müəyyən bir qrup olmadıqlarına görə, təbii ki, təşkilatlar həmişə qeyri-təşkilati insan toplusunu sıradan daha rahat şəkildə sıradan çıxara biləcək və burada kəmiyyət yox, yəni keyfiyyət önəmli. Və kollektiv azadlıq, kollektiv yolu azadlıq əldə etmək onu ifadə edir ki, yəni biz belə deyək, iqtisadi yəni biz deyəndə söhbət əhalinin böyük əksəriyyətindən gedir. Azərbaycanda, Ermənistanda, İtaliyada, Fransada, Almaniyada və s. Yəni bizim yaşadığımız iqtisadi reallıqlar təbii ki, bizi iradəmizin əleyhinə olan çoxlu sayda nələrsə məcbur edir. Məsələn, tutaq ki, siz ailəniz istəyir ki, tibb təhsil alasınız. Niyə? Çünki yəni cəmiyyətdə belə bir fikir var ki, tibb təhsil almaq və yaxud da ki, hüquq təhsil almaq, bunlar yəni sonra insana yaxşı karyera vəd eləyir, insan yaxşı gəlir əldə edə bilər bunun nəticəsində və sosial status olaraq da yaxşıdır. Sosial status da niyə yaxşıdır? Çünki yaxşı pul qazanma ehtimalı var bu ixtisasları bitirən şəxslərin və ona görə də yəni bu cəmiyyətdə artıq insanların hansısa ixtisasları oxuması haqqında düşünən zaman onların əgər özləri də yaxşı yaşamaq istəyirlərsə ya da ailələri də onların yaxşı yaşamağını öz nöqteyi nəzərlərindən istəyirsə, istəyir ki, gəliri olan ixtisaslarda övladları təhsil alsın və beləliklə də yəni insanlar öz maraqlarına uyğun olmayan, yəni özləri istəmədikləri peşələrə həyatlarını sərf eləmək olar və təbii ki, artıq yəni biz deyə bilirik ki, yəni bunu edən insan artıq yəni təbii ki, ilk şərtdən azad deyil və yalnız burada biz onunla təsəlli tapırıq ki, arada yəni iş kənarında hansısa istədiyimiz şeyləri eləməyə çalışırıq. Yəni bu sistemdə yaşayan demək olar ki, hamıya aid edilə biləcək bir fikirdir. Çünki tutaq ki, ixtisasımızı istədiyimiz kimi seçdik. Bəs biz işləyəndə ixtisasımızı istədiyimiz kimi tətbiq edə biləcəyikmi? Məsələn, mən
fəlsəfə müəllimi olaraq çalışanda məcburam ki, Təhsil Nazirliyinin müəyyənləşdirdiyi proqramlar əsasında fənləri tədris edeyim ya da sillabus özüm yaradıramsa hansısa yeni fəndirsə, o da Təhsil Nazirliyinin müəyyənləşdirdiyi proqramın əsasında olmalıdır. Yəni mən istədiyim hər şeyi hətta müasir görünsə belə mənə o şeylər, yəni onları həmin sillabusa daxil edib tədris edə bilmərəm ya da ədəbiyyat siyahısı yenə də məhdudlaşdırılır. Yəni hər sahədə bu və digər formada bu məhdudiyyətlər var və bu məhdudiyyətlər təbii ki, yəni ümumi olaraq sistemin öz maraqlarına xidmət edir. Demək ki, yəni bu sistem daxilində, yəni neoliberal sistem daxilində bu azadlığa nail olmaq fərdi şəkildə ümumiyyətlə mümkünsüzdür. Yəni tənha şəkildə deyək ya da ki, və bunun aradan qaldırılması üçün insanın həmişə müəyyən bir kollektivdə olması lazımdır və kollektivlər də, yəni kollektiv sözünü belə bu günləri biz Azərbaycan dilində çox fərqli mənalarda istifadə edirik. Məsələn, iş yerində birlikdə işləyən insanları da kollektiv adlandırırıq. Halbuki, yəni iş yerində işləyən insanların sadəcə orada olmasının səbəbi gəlirdisə, böyük əksəriyyətinin, yəni onları birləşdirən başqa heç nə yoxdursa və bəzi insanlar hətta belə deyərdim ki, yəni bəzən gəlirlərini artırmaq belə istəmirlər. Yəni o mənada ki, düşünürlər ki, bu mənasız vaxt ikisidir ya da bu iş üçün bunu eləmək mənasız vaxt ikisidir. Yəni kollektivin içində belə, yəni iş kollektivi adlandırdığımız yerdə belə insanlar çox fərqli dünya görüşünə malik olurlar və bu da insanları bir-birindən ayırır. Yəni belə deyək, belə çıxır ki, azadlığa nail olmaq üçün biz bu sistemin şərtlərini bu və ya digər dərəcədə dəyişdirə bilməliyik və bu sistemin şərtlərini biz tək şəkildə təbii ki, dəyişdirə bilmərik. Heç birimiz, yəni belə deyək, bir hərəkətlə, sözlə, cümlə ilə bunun hüdudları kənarına çıxa bilmərik. Amma azadlıq onu belə deyək, şuurlu şəkildə insan dərk edir ki, bu günləri ya sabah ya 5 gündən 10 gündən sonra nəyinsə dəyişməsi real deyil, dəyişiklik üçün şərtlər olmalıdır. Yəni hər şey azadlıq dərk olunmuş zərurətdir, bayaq dediyimiz fikrə qayıdırıq. Yəni biz həmişə şərtlərin daxilində azadıq və biz hansısa şərtləri dəyişmək üçün o şərtlərin reallıqlarını nəzərə almalıyıq. Yəni məsələn biz rəssamlıqla məşğul olmaq istəyiriksə, bu bizim sevdiyimiz peşədirsə, biz başa düşməliyik ki, bu gün rəssam olaraq pul qazanmaq üçün hansı reallıqlar var və hansı şərtlər var, bu şərtlərdən necə yararlanmaq olar. Yox, əgər biz idealistiksə, yəni fikirləşirik ki, məsələn, sadəcə biz portret çəkməyi xoşlayırıq ya da ki, məsələn, naturmort çəkməyi xoşlayırıq, ancaq bunu eləyərək ayaqda qala biləcək. Əgər rəssamlığa aid olan şərtlər, yəni nəyin incəsənət sayılması ya da nəyin pulla satılmasına dair şərtlər dəyişirsə, biz təbii ki, burada ac qala bilərik. Yəni ona görə də belə deyək, iqtisadi reallıqlar dəyişməlidir ki, biz də istədiyimiz, arzusunda olduğumuz, məşğul olmaq istədiyimiz ya da məşğul olduğumuz şeylə həqiqətən, yəni belə deyək, iqtisadi reallıqların dəyişməsi şəraitində məşğul ola bilər ki, bu bizim həyatımızda bu və digər dərəcədə mənalandırsın və insan əgər başa düşürsə ki, bu gün, 5 gün, 10 gündən sonra baş verməyəcək, yəni biz bu gün nə etsək də 1 ildən də sonra hətta nəsə dəyişməyəcək, amma ən azı biz başa düşürük ki, dəyişdirməyə çalışdığımız, dəyişikliyə çalışmağımızın özü bir növ həqiqi bir şeydir. Yəni biz başa düşürük ki, biz dəyişdirmək istəyirik bu reallığı və bu reallığı tək şəkildə dəyişmək mümkün deyil. Yəni heç birimiz ayrı-ayrılıqda, yəni nə etsək də bu effektiv nəticə verməyəcək, bu və ya digər dərəcədə, yəni hər şey olduğu kimi qalmağa ya da mövcud olmağa davam edəcək. Yəni o zaman biz bunu dəyişməyə çalışmalıyıq, amma dəyişməyi də yalnız kollektiv şəkildə etmək ola bilər. Çünki tək əldən səs çıxmır atalarımız demiş ki, yəni belə çox sadə şəkildə desək tək nəyisə nail ola bilməyəcək və təşkilatda hər kəsin öz rolu var. Yəni kollektiv daxilində həmişə müəyyən bir bölgülər olur. Yəni kimsə məsələn tutaq ki, buradan danışsaq, kimsə bunu quraşdırır, kimsə kameranı quraşdırır, kimsə məkan danışır, kimsə koordinasiya edir və digər rol bölgüsü olur ya da istənilən kollektivdən danışsaq, yəni belə bir nümunəni gətirə bilərik və bu baxımdan təbii olaraq yəni kollektiv şəkildə nail olmaq mümkündür azadlığa və azadlığa nail olmaq nəyə görə lazımdır? Azad şəkildə əməklə məşğul ola bilmək üçün ən vacib məsələ budur. Yəni azad şəkildə əməklə məşğul olmaq nə deməkdir? Biz insanlar olaraq həyatımızın o zaman mənalı olduğunu hiss edirik ki, mövcudluğumuz nə isə dəyişdirir. Yəni biz hansısa bir insana elədiyimiz şeyin əks-səda verməsini görürük. Məsələn, tutaq ki, biz ədəbiyyatla məşğuluq, əsər yazırıq və
görürük ki, yazdığımız əsər kimdəsə əks-səda doğurur və yaxud da məsələn stol düzəldirik. Bu düzəltdiyimiz stol həqiqətən kiminsə həyatını yaxşılaşdırır. Amma biz indiki şərtlərdə, indiki reallıqlarda əməyimizin nəticələri özümüzə məxsus deyil. Yəni nə mənada? Məsələn, mən həmişə çox vaxt çəkdiyim nümunəni çəkəcəm. Yəni rəssamlıqdan danışdıq, elə ora qayıdacağam. Mən bir rəssamam və məsələn natürmortlar çəkmək istəyirəm, amma yəni bir yerdən sonra görürəm ki, evimin kirayəsini verə bilmirəm, kommunal xərcləri ödəmək çətindir. Ya da ancaq birini eləyə bilirəm, digərinə gözüm çatmır. Ona görə gedib hansısa bir şirkətdə, yəni reklam şöbəsində işə düzəldirəm ya da PR menecment şöbəsində, məsələn, tutaq ki, Coca-Cola şirkətində nümunə olaraq deyək və Coca-Cola şirkətində rəssamlıq bacarıqları mənə nə üçün, yəni rəssam dizaynerimsə, nə üçün lazım ola bilər? Yeni il, məsələn, 8 mart idi dünən Coca-Cola-nın 8 martla əlaqələndirən hansısa bir belə deyək, bir dizayn ortaya qoymalıyam və burada, yəni o reklama baxan adamlar 8 mart günündə Coca-Cola içmək istəməlidirlər. Yəni mən azad şəkildə rəssamlıqla məşğul olmasam, mənim bacarıqlarımı çox sadə bir şey üçün bu şirkət istismar edir. Bəli, mən daha çox maaş alıram, amma nəticədə istədiyim işlə məşğul oluram və məşğul olduğum işin də nəticəsi, yəni belə dolayısı yolla mənə məxsus deyil. Yəni bu nəticə şirkətin gəlir qazanması üçündür. Yəni mənim özümü xoşbəxt edən nəsə deyil və mən hər bayramda məcburam ki, nəsə bir şey edeyim və nəticədə mən yəni belə deyək, sadəcə təkrarlanan müəyyən bir nizama tabe olan və bu nizam mənim özümə asılı olmayan şəkillər yaradıram. Bu şəkillər də yəni mənim özümə xidmət edir, mənə yadlaşdırılır. Və yaxud da məsələn mən marketdə kassir işləyirəm və insanlarla ünsiyyət xoşuma gəlir və hətta yəni tutaq ki, çox ekstravert insanam, hər müştəri ilə müəyyən bir söhbət qurmağa çalışıram. Amma bir yerdən sonra insan sadəcə fərqinə varır ki, o marketdəki məhsulların barkodlarını vurmaqla məşğul olur və bu iş onun özünü heç cür formada inkişaf elətdirmir. Necə ki, həmin o bayramlarda rəsm çəkmək, həmin o rəssamı inkişaf elətdirmir. Yəni biz öz inkişafımızda dayanırıq sadəcə yəni kompüter alqoritmi kimi ya da kalkulyator alqoritmi kimi həmin o kalkulyatorun proqramının imkan verdiyi çərçivədə müəyyən əməliyyatları yerinə yetiririk və bu əməliyyatlar bizim inkişafımızın nəinki bizi inkişaf etdirmir, hətta inkişafımızın qarşısını alır və biz məcburuq ki, onların çərçivəsində mövcud olmaq. Yəni əməyimizin şərtləri və nəticələri bizim özümüzə yad qalır. Yəni ona görə də həqiqi azad olmaq üçün təbii ki, insan gördüyü işin, yəni nə ilə məşğuldursa, həmin o sahənin, həmin o əməyinin məhsulunun fərqi yoxdur. Bu xidmət də ola bilər, dediyim kimi, yəni başqa bir şey də ola bilər. Onun nəticəsinin insanın özünü məmnun eləməsi lazımdır və bu şərtlərdə təbii ki, bu imkansızdır. Yəni ona görə də əlbəttə. Həmin bu Coca-Cola şirkətində işləyən şəxs bu işlə paralel öz istədiyi dərəcədə şəkillər çəksin, azadlığını qoymuş olur. Təbii ki, əgər o insan günün ən az 9 saatını işdə keçirirsə, 2 saat da yola sərf eləyirsə, həmin işdə də kompüterə baxır bütün gün, yəni müəyyən bir dizaynlarla məşğuldur. Yəni onun digər zamanda keyfiyyətli şəkildə bu işlə məşğul olması çətin məsələdir. Artıq o insan, yəni fiziki olaraq o əlavə gəlir mənbəyidir deyə ondan effektiv şəkildə, nə dərəcədə effektiv şəkildə məşğul olur, yəni nə dərəcədə yaxşı nəticələr əldə edə bilər. Yəni bu mənada yenə də onun əsas iş yeri həmin o şirkət var və bir də istənilən halda yenə də orada işləməyə davam edir. Yəni yenə də onun əməyinin əsas hissəsi ya da vaxtın əsas hissəsi öz iradəsinin əleyhinə nələrsə çəkməklə, hansısa bir əməklə məşğul olmaqla keçir deyə, yəni bu olsa belə, yəni bu bir növ daha çox təsəllidir ki, yəni mən bunu da eləyirəm, amma yenə də yəni sən vaxtının bir hissəsini, ayının bir hissəsini hər gün, ya həftədə bir neçə gün, yəni bunu ayırırsan deyə bu yəni də azadlıq adlandırıla bilməz. Və yəni fəlsəfənin gəldiyi, belə deyək, materialist fəlsəfənin gəldiyi yekun qənaət budur ki, azadlığı əldə etmək üçün insan kollektiv şəkildə mübarizə aparmalıdır, fəaliyyət aparmalıdır və digər tərəfdən də azadlığı əldə etmək insana ona görə lazımdır ki, insan azad əməklə məşğul ola bilsin. Yəni fəaliyyəti nə ilə məşğul olması onun belə deyək, dünya görüşünə, maraqlarına cavab versin və həm insan özü hiss etsin ki, məşğul olduğu şey özü üçün xoşdur, həm də cəmiyyətdə nələrsə dəyişir, yəni əks-səda doğurur, belə demək mümkündürsə. Və bundan başqa elmin də azad iradəyə dair yanaşmasına nəzər salaq. Bura qədər danışıqlarımızla bağlı suallarınız varsa soruşa bilərsiniz ki, daha sonra elmi yanaşmalara keçid alaq.
Deməli, müstəqil elmlərin yaranmasından sonra, yəni fəlsəfənin tərkibindən elmlərin ayrılması aktı baş verəndə bu barədə, yəni azad iradə haqqında təbii ki, birinci növbədə fizikada cavablar axtarmağa başlaya bilərik və fizikanın, yəni yeni müasir fizikanın yaranmasında ən böyük rol heç şübhəsiz ki, kimə aiddir? Newtona aiddir. Və Newton mexaniki materializmin nümayəndəsi idi. Yəni o belə demək mümkünsə təbiətdə bütün materiyanın bütün hərəkətlərinin müəyyən bir mexanizmə tabe olduğunu düşünürdü və hətta onun qanunları da, yəni Newtonun birinci, ikinci, üçüncü qanunu deyirik bu gün, həmin o qanunlar da həmin o mexaniki dünya görüşünün nəticəsidir. Yəni o hər şeyi mexanizmlərlə izah edirdi və düşünürdü ki, dünyada heç bir azadlıq yoxdur. Hər şey tamamilə mexanizmlərə tabedir. Və onun bu ideyalarını 19-cu əsrdə, 18-ci əsrdə daha doğrusu fransız materialistləri inkişaf etdirdilər. Çünki Newton özü öldü deyə bu sualların cavabını yəqin ondan ala bilmədilər. Yaxşı, əgər hər şey mexanikidirsə, o zaman məsələn heyvanlar, qaz, ördək və s. necə hərəkət edir? Yəni onlar da bir mexanizmdir yoxsa bu necə ya da bitkilər necə böyüyür və hətta təsəvvür edin ki, yəni fransız maarifçi materialistlərin bir hissəsi deyirdilər ki, necə ki saat mexanizmi əsasında saatın əqrəbləri hərəkət edirsə, eynilə yəni heyvanlar da bu saat mexanizmi kimi bir şuura malikdirlər, daha doğrusu şuur demirdilər buna. Yəni məsələn heyvan müəyyən bir saatda hazır, müəyyən bir mexanizm əsasında və gedir həmin zaman yemək yeyir, su içir və s. yatır. Yəni insan beynini də belə bir saat mexanizmi kimi təsəvvür edirdilər və təbii ki, bu insanın bir çox hərəkətlərinə və fəaliyyəti ilə bağlı məqamlara aydınlıq gətirmirdi. Yəni natamam bir dünya görüşü idi. Və fizikada inqilab təbii ki, 20-ci əsrdə baş verdi. 19-cu əsr sonlarında termodinamikada yarandı. Termodinamikanın ikinci qanunu, yəni entropiya qanunu, yəqin ki, dəqiq elmləri oxumuş yoldaşlar bunun fərqindədirlər. Siz 4-cü qrupdan imtahan vermişsiniz, yadınızdadır, termodinamikanın ikinci qanunu. Bu da yadlaşmanın yeri gəlmişkən bir nəticəsidir ki, insan yəni oxuduğu şeylər bir müddətdən sonra yadına çıxır. Niyə? Çünki artıq o ona lazım olmur deyə bağ qurmağa ehtiyac qalmır. Yəni entropiya qanunu hər şeyin müəyyən bir müddətlə sona çatmağa, məhvə doğru getməsinə dəlalət edən bir yanaşma tərzidir və bu yanaşma tərzinə görə yəni müəyyən bir yenə də burada bir növ sanki bir tərəfdən xaotiklik varsa, digər tərəfdən də hər şey məhvə doğru getməsi bir labüdlükdürsə, yəni yenə də azad iradənin harda olması sual yaradır və nəhayət ən son variantlardan biri kvant fizikası ilə bağlıdır. Kvant fizikası əslində ənənəvi fizikadan bizə məlum olan dünya görüşünü yerlə bir eləyir və əgər Newtonun fizikası bizə hər şeyin mexaniki tərzdə olduğunu, hər şeyin öncədən müəyyənləşdirilən nizama tabe olduğunu deyirsə, kvant fizikası inkar edir bunu. Və kvant fizikasının ən görkəmli nümayəndəsi, yəni bu baxışı ilk dəfə sistemli şəkildə ortaya qoyan şəxs Heisenbergdir və ya da Heisenberg deyə bilərik, Alman fiziki və Heisenbergin yanaşması nədən ibarət idi? Heisenberg deyir ki, kvant zərrəcikləri, kvant zərrəciyi nədir? Yəqin ona da toxunsaq yaxşı olar. Atom sözünü yəqin ki, hamımız eşitmişik və digər dərəcədə eramızdan əvvəl 6-cı əsrdən başlayaraq, 6-cı 5-ci əsrlərdən başlayaraq demək olar ki, 20-ci əsrə qədər, hətta 21-ci əsrin əvvəllərinə qədər iddia olunurdu ki, təbiətdə mövcud olan ən xırda zərrəciklər atomlardır. Hətta atom sözünün mənası nə deməkdir? Bölünməz zərrəcik, ən kiçik zərrəcik. Yəni atom bölünə bilməz, ən xırda olan məhz odur, ən kiçik zərrəcik məhz odur. Və bundan sonra isə məlum oldu ki, yəni belə deyək, dəqiq elmlərin inkişaf sayəsində məlum oldu ki, təbiətdə atom özü də bölünmə xüsusiyyətinə malikdir. Atomun tərkibində elektron, proton, neytron var və bir qədər də dəqiq elmlərin inkişafı, cihazların inkişafı bunu göstərdi ki, hətta proton, elektron və neytrondan da kiçik hissəciklər var, kvarklar, qlyonlar və s. Və yəni bizə məlum olduğu qədərilə ən submikro zərrəciklərdir bunlar artıq, yəni kiçikdən belə kiçik olan zərrəciklərdir və bu zərrəcikləri öyrənən, submikro zərrəcikləri öyrənən Heisenberg müşahidələri nəticəsində belə bir qənaətə gəlmişdi ki, belə bir nəzəriyyə irəli sürmüşdü ki, deməli həmin bu kvant zərrəciklərinin hərəkəti tamamilə xaotikdir və onlar heç bir nizama tabe olmurlar. Daha sonra Schrödinger pişiyi nümunəsi də bunu, yəni bir növ
digər tərəfdən sübut etməyə çalışmışdı ki, yəni kvant zərrəciklərin hərəkəti tamamilə xaotik xarakter daşıyır və deməli dünyada heç bir determinizm yoxdur. Hər şey bu və ya digər dərəcədə təsadüflərə əsaslanır. Yəni bayaq əvvəldə demişdik, hansı termin idi bu? Hər şeyin təsadüflərə əsaslanması. Bəli, indeterminizmə əsaslanır və indeterminizm dünyanın mövcudluq prinsipinin əsasını təşkil edən fikirlər sürülürdü. Belə olduğu zaman, yəni əgər hər şey təsadüfidirsə, sual yaranır ki, biz nəyə görə, yəni hansısa prinsipləri rəhbər tutaraq yaşamağa davam etməliyik? Yəni nəyin əsasında mübarizə aparmalıyıq, necə yaşamalıyıq? Əgər atdığımız addımlar bizə istədiyimiz nəticələri vermirsə və yaxud səbəblər təsadüfüdürsə, nəticələr təsadüfüdürsə, biz niyə yaşamalıyıq? Və makrofizika, yəni kvant fizikası ilə bir növ mübarizə aparır və deyir ki, birinci növbədə məsələ budur ki, kvant fizikası daha çox nəzəriyyə halındadır. Yəni fizika ilə məşğul olan alimlərin təxminən yarısı kvant fizikasının, yəni bu təsadüf formada mövcud olmasını qəbul etmirlər. Yəni bunu nəzəriyyə müstəvisində saxlayırlar hələ ki, yəni bunu tam olaraq elm səviyyəsinə yüksəltmirlər, amma yəni alimlərin də yarısı bayaq dediyimiz mövqedədirlər, kvant fizikasının təsadüflülük mövqesində və bu baxımdan da makrofizika ilə məşğul olan şəxslər deyirlər ki, submikro zərrəciklərin necə olması makro dünyada, yəni şeylər dünyasında görünən əşyalar, insanlar dünyasında heç nəyə təsir göstərmir. Yəni burada hər şey səbəb-nəticə əlaqəsi üzərində qalmağa davam edir. Yəni baş verən hər hadisənin müəyyən bir səbəbi var və İnsan yenə də müəyyən şərtlərdə bu və digər dərəcədə bunlara təsir göstərməyə qadirdir, amma həmin o sosial şərtlərin çərçivəsində. Bundan başqa biologiyanın maraqlı yanaşması var insanın azad iradəsinə və ümumiyyətlə şüura və məsələ bundan ibarətdir ki, Darwinin təkamül nəzəriyyəsi onu göstərdi ki, təbiətdə müəyyən bir təkamül mövcuddur, yəni müəyyən bir inkişaf mövcuddur. Sadə zərrəciklər mürəkkəbə doğru bir inkişaf yolu keçirlər və hal-hazırda mövcud olan varlıqlar içərisində insan bu təkamülün hələ ki zirvəsidir, yəni son nöqtəsidir və insanın şuura malik olması isə təkamül prosesinin nəticəsidir. Əslində, yəni bunu belə hər dəfə imkan olduqca deməyə ehtiyac duyuram, çünki bir çox hallarda Azərbaycan dilli mənbələrdə ya da Azərbaycanın ziyalıları belə yəni bir növ təkamül nəzəriyyəsini aşağılamaq üçün deyirlər ki, biz meymundan yaranmışıq filan, amma yəni Darwin təkamül nəzəriyyəsində belə bir şey yoxdur. Biz də meymunlar da primatlardan yaranmışıq, yəni primat mənşəliyik və primatlar müəyyən bir təkamül yolu keçdikdən sonra onlardan meymunlar da yaranıb. Yəni bir qanadda meymunlar var, bir qanadda insanlar var. Amma insanla təbii ki, meymunun genetikası göstərir ki, 99%-dən yuxarı bir qohumluq, yəni təkamül prosesinin belə demək mümkünsə son nöqtəsinə qədərini biz eyni təkamül prosesindən keçmişik və digər tərəfdən isə hətta ağacın yarpağı ilə bizim genetik kodumuz yoxlanılsa, yəni orada belə 90%-dən yuxarı bir oxşarlıq tapa bilər. Çünki Yer planeti 9 milyard ildən uzun bir müddət təkamül prosesi keçir və bu təkamül prosesində zərrəciklər təbii ki, yəni mürəkkəb varlıqlar yaranana qədər, heyvanlar yaranana qədər, məməli heyvanlar yaranana qədər bir çox hallarda bu təkamül yolunda oxşar bir istiqamətdə irəliləyiblər. Yəni bioloji nöqteyi nəzərdən insanın şuurunun yaranması maraqlıdır və bu yanaşma dinlə ziddiyyət təşkil edir. Çünki dinə görə insanın şuuru necə yaranıb? Tanrı tərəfindən insana verilir. Yəni Tanrı insanı mükafatlandırmaq üçün ona şuur verib. Onu şuurla mükafatlandırıb ki, insan neyləsin? Tanrıya ibadət eləsin. Və bundan başqa elmin yanaşması bunu göstərir ki, şuurun yaranması bioloji və sosial proseslərin nəticəsidir. Yəni insanın əcdadlarının, avstralopiteklərin, neandertalların həyatlarında baş verən sosial və bioloji proseslər onların bədənlərində, baş beyinlərində dəyişikliklərin baş verməsinə nəticələnir və bu da yekunda, yəni çox uzun bir prosesdir. İnsanda ali şuur sisteminin yaranması ilə nəticələnir və insanın yəni şuur əldə etməsi təbii ki, bir tərəfdən bioloji amillərlə bağlıdır, digər tərəfdən isə insanın əcdadlarının necə yaşaması ilə bağlıdır. Məsələn, bizim düz ayaq üstünə yeriməyə başlamağımız, bizim onurğa beynimizin inkişafı, baş beynimizin inkişafı, bunlar hamısı sosial şərtlərdən qaynaqlanan məqamlardır və əslində digər bütün dəqiq elmlərdə də, kimyəvi nöqteyi nəzərdən də,
az öncə danışdığımız fizikal nöqteyi nəzərdən də biz bu sualların cavablarının, yəni belə deyək, insanın azad iradəsinin olması yönündə olduğunu görürük. Yəni təbii ki, determinizm makro dünyada var. Bizim burada oturmağımızın səbəbləri var və bu başqa nələrsə, yəni burada tutaq ki, eşitdiyiniz nələrsə, hansısa fikirlər gələcəkdə başqa fikirlərə gətirib çıxara bilər. Amma yəni ümumi olaraq makro dünyada azad iradənin olması, makro dünyada determinizm mövcuddur. Sadəcə determinizm mütləq deyil. Yəni dünyada insanın azad iradəsini inkar etmək bir növ belə qeyri-elmi bir yanaşmaya bənzəyir. Niyə? Çünki az öncə vurğuladığımız kimi müəyyən şərtlər çərçivəsində biz azadlığımızı qoruyub saxlayırıq. Yəni azadlıq dərk olunmuş məsuliyyətdir fikrini də rəhbər tuta bilərik və yenidən qayıdırıq o suala ki, azadlıq tək şəkildə əldə oluna bilməz. Bu yalnız kollektivlə birlikdə əldə olunur. Bəs azadlıq nə üçün lazım idi bizə? Yəni biz nəyə görə azad olmalıyıq? Üstəlik əmək fəaliyyətinin Bəli. Niyə görə sizə insanın əməklə, yəni azad əməyin azad olması azadlığın ən vacib şərti? Yoxsa sizcə başqa bir azadlığın daha vacib ünsürləri mi var? İqtisadi azadlığı əldə etmək. İqtisadi azadlığı nə üçün əldə etməyə çalışır? Məsələn, dünən 8 martdır. Bu arada hamı bütün qadınlar 8 martını təbrik edirəm. Məsələn, qadın kimi desəm, mənim iqtisadi azadlıq mənim üçün önəmlidir və hər marginallaşmış qrupların azadlığı iqtisadi azadlıqdan başlayır. Yəni biz onlara iqtisadi azadlıq verməsək, tutaq ki, biz hansısa köləyə desək ki, sabahdan sən kölə deyilsən, amma o öz iqtisadi azadlığını əldə etmək üçün imkan yaratmasaq, o belə yenə də o həmin əvvəlki vəziyyətinə qayıtmağa məhkum qalacaq. Başqa kim fikri var? Nəyə görə məhz əmək azadlığı azadlığın ən vacib forması, yoxsa deyil, yoxsa başqa? Əmək lazımdır. Nəsə eləməsək, boş otursaq, belə lazım dediyim Bəli. Çünki insanın heyvandan fərqləndə ən əhəmiyyətli xüsusiyyət həm də öz əməyindən nəsə yeni dəyər yaratmaqdır da. Artıq biz təbiətdə istehsalçıyıq da, təkcə istehlakçı deyilik. Bir də əmək deyəndə söhbət burada, yəni indi onsuz da əməklə məşğul oluq, yaradıcı əməkdən gedir. Yəni insan əməyi ilə həm özü üçün, yəni dünyada nə isə dəyişdirmiş olur. Yəni əmək nəticəsində xam mal formasına mövcud olan nəsə başqa bir forma alır və yaxud da ki, biz məsələn mənəvi dünyada mövcud olan nələrsə, tutaq ki, sözləri poeziyaya çeviririk və yaxud da ki, romanlara çeviririk. Bu da bu və digər formada bir azadlıq formasıdır. Və bir də bayaq dedim Benjamin Libet'in yanaşması haqqında danışacağıq. Çünki əvvəldən o sual dedik, ona aydınlıq gətirmədik. Libet deyir ki, belə bir eksperiment aparmışdı 1980-ci illərdə və ortaya çıxmışdı ki, insanın beyni o qərar verməmişdən 300-500 makrosaniyə daha öncə artıq yəni qızıq reaksiyası vermiş olur və bununla da bir çox neyrobioloqlar belə bir qənaətə gəlmişdilər ki, demək insanın azad iradəsi yoxdur. Hər şey öncədən matriça tərəfindən müəyyənləşdirilib. Amma bunun da açıqlaması bundan ibarətdir ki, yəni insanın bədəndə olan diferensiasiyalar, hansısa bu reaksiyalar onun seçimini ifadə eləmir. Yəni insan beyni sadəcə seçim qarşısında qalanda müəyyən bir gərginlik yaşayır. Yəni biz bilirik ki, artıq seçim qarşısındayıq və qərar verməyə hazırlaşırıq. Bu zaman beynimizin müəyyən bir qızıq reaksiyası baş verir buna. Bu o demək deyil ki, biz hələ qərar vermişik. Yəni biz hələ düşünməyə başladığımız anda beynimizdə bu reaksiya getməyə başlayır. Amma reaksiyanın bitmə anı, yəni bizim qərarımız yalnız verdiyimiz anda təbii ki, reallaşır. Yəni Libet eksperimentinin belə bir boşluğu var. Sadəcə yəni bu günləri azad iradənin əleyhdarları, yəni ya indeterminizmi, ya da mütləq determinizm tərəfdarları iddia edirlər ki, yəni insan azad iradəsi ümumiyyətlə yoxdur. Yəni bu Libet eksperimentinin mahiyyətinin dərinliyinə varanda görürük ki, yəni çünki əsas arqument budur. Yəni nə vaxtsa rastlaşsaq bir adamlar əsas arqument olaraq ya bunu ya da az öncə vurğuladım Heisenbergin kvantum fizikası haqqında danışacaqlar. Yəni ona görə də hər ikisində, yəni dediyim kimi məqamlarına bələd olsaq, yəni biz artıq azad iradənin bu və ya digər dərəcədə dəstəkləyə biləcəyik. Və bir də bizim azadlığımız, yəni bayaq bunu dedim amma son fikir kimi demədim. Azadlığımız həm də tarixidir. Yəni insan azadlığı tarixi xarakter daşıyır. Bu günləri məsələn biz burada oturub bu cür müzakirə apara bilirik, fikirlərimizi deyə bilirik, mübadilə apara bilirik. Məsələn, ola bilər ki, 5 ildən sonra Azərbaycanda hansısa bir radikal
dini hakimiyyət qururlar və yaxud da ki, azad fikirliklə mübarizə aparansa başqa bir xarakterli hakimiyyət qururlar və azad fikri əl sürmək istəyən insanları güllələyərlər və ya edam edərlər və yaxud da məsələn bədənlərini dondurarlar, üstlərində eksperiment apararlar. Və yaxud da orta əsrlərdə biz ümumiyyətlə bu bilikləri əldə edə bilməzdik. Niyə? Çünki internet olmayacaqdı, azad kitablar olmayacaqdı və nəticədə biz hansısa informasiyanı əldə etmək imkanımız olmayacaqdı. Yəni beynimiz belə bu informasiyalara bələd olmayacaqdı ki, oturub hansısa mövzularda danışmaq mümkündür. Yəni azadlıq həm də tarixlə şərtlənir. Yəni tarixi şərtlər bizim azadlığımızı müəyyən edir deyəndə həm də bunu nəzərdə tuturuq. Yəni mövcud olan şərtlər həm də tarixi şərtlərdir. Bu günləri texnologiyanın inkişafı, məsələn, bu cür yerlərin olması, bunlar 100 il, 500 il, 15 min il bundan əvvəl yox idi deyə həmin dövrlərdə azadlığın reallıqları da, şərtləri də tamamilə başqa formada idi.